Samir, keçmiş xanımı Maralın növbəti barışıq çağırışına nə cavab verəcək? Qızı Leylaya qovuşmaq istəyən Yusifin həsrətinə son qoyulacaqmı? Keçmiş həyat yoldaşına gəl barışaq deyən Jaləyə hansı xəbər gəldi? Dilarə Novruzovanın uşağını diləndirməkdə ittiham etdiyi əri nələri dedi? Ümidvarlar. Nuranənin məsələsini yenicə yekunlaşdırıb bitirmişdik ki, Nərminə adlı bir xanım və övladı ilə studiyamıza müraciət elədi. Buyurun, əyləşin, zəhmət olmasa. Demək olar ki, %100 bir-birinə çox oxşar talidir. Nərminənin də taliyi bu saat məhz bu baladan asılı qalıb. Nərminənin də 10 il bundan qabaq, 9 il bundan qabaq götürdüyü övladını doğma valideynləri əlindən alırlar. Niyə alırlar, nə səbəb alırlar, bu ailədə nə baş verir? Yenə də oxşar bir tali, Nuranənin taliyinə bənzər bir tali. Təbii ki, Nuranədə bu 5 ildən sonra baş vermişdi, amma burada isə 9 illik bir müddət keçib. Yəni 9 ildən sonra uşaq öz doğma valideynlərinə əmi, bibi dediyi bir halda nə baş verəcək, necə olacaq, bütün bunların hamısı və Nərminə bizə öz tutdu. Və Nərminənin taliyi də çox qəribə, qalmaqallı, maraqlı, çox belə enişli, yoxuşlu, çox fərqlidir. Bax, bu fərqliliyi də birazdan özünüz görəcəksiniz. Mən doğrudan çox dəhşətə gəldim bu qızın taliyini eşidəndə. Hətta burada bizim başqa taliylərimiz də var, onlarla da danışacaq. Və Dilarə Novruzova, hə? Dilarə Novruzova dünən bizə başqa məsələlər deyirdiniz. Deyirdiniz ki, yoldaşınız övladlarınızın belinə ülgüc çəkir, sizi, bilmirəm, küçəyə bayıra salır, döyür, təhqir eləyir, nələr baş verir. Bütün bunların hamısını biz getdik qarşı tərəflə görüşdük. Siz özünüz də oradaydınız. Sevinç xanım, getmişdiniz də siz də orada. Yəni, Sevinç də getmişdi, Zümrüd də getmişdi. Yəni, nələr baş verdi, hamısını birazdan təqdim eləyəcək ki, əslində doğrudan mı bu şeylər sizin ailədə baş verib, yoxsa yox? Hal-hazırda isə sponsorlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Baş sponsorumuz Rolton şorbalarıdır. Alqışlarımız gəlir Rolton şorbalarına. Sponsorlarımız Lafarella makaronları, Brothaus çörəyi evi, Alman keyfiyyəti, Alman texnologiyası, Kral ət və ət məhsulları, ləzzətin kralı, ət məhsullarında nömrə 1. Təşəkkürümüzü bildiririk Pasta del Capitano. Qoy dişləriniz bəmbəyaz olsun, mən özüm də məhz Pasta del Capitano'dan istifadə edirəm. Və Xalq Təbabətinin siması, təbii üsullarla müalicə mərkəzi, Nərgiz klinikası və Qafqazın ən böyük xəzləri qalereyası olan Femina'ya təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılar, qısa bir aradan sonra yenə də bərabəri diqqətiniz bizdə olsun. Nərminənin həyatında nələr baş verir, buna biganə qala bilmədik. Ümidvaram ki, siz də biganə qalmayacaqsınız. Həqiqətdə nələr baş verir, biz çalışacaq bunları araşdıraq. Odur ki, diqqətiniz ümidvarda olsun. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti, Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi, Pasta del Capitano, dişləriniz daha sağlam və bəmbəyaz olsun. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Məni bıçaqlayıbdır. Gəlib darvazanı sındırıb, gəlib uşağı qoyub taksiyə uşağı oğruyub aparıb. Neçə aydır mən o uşaqların üzünü görmürəm. Buydu həyat yoldaşınız, eləmi? Bəs siz deyirsiniz ki, sizin o qaldığınız evidir, eləmi? Və siz deyirdiniz ki, ərim uşaqların belinə ülgüc çəkir, əriniz isə deyir ki, məni bıçaqlayıb. Bir saniyə, gözləyin zəhmət olmasa. Mən sadəcə olaraq arvad deyir ki, həyat yoldaşınız, siz deyirsiniz ki, ərim uşaqların belinə ülgüc çəkirdi. Həyat yoldaşınız da deyir ki, siz onu bıçaqlamışsınız. Yəni, siz onu bıçaqlamışsınız mı?
Getmişəm ki, götür Sabah arvadı, da çıx get içmək ki. tam yeridir. Məni o lapatka ilə vurub, çıxmışam evin üstü. Bizim polisdə də, polis idarəsində də bizim... Amma siz tək getməmisiniz ora, öz qohumlarınızla getmişsiniz. Qohumlarımla getmişəm. Qohumlarım vallahi yaxın getməyib ora. And olsun Allaha zavur müəllim. Yox, yaxın getməyib. Nə deyir o kişi yalan deyir. Aydındır. Bütün bunlar hamısı haqqında ətraflı danışacağıq. Sadəcə olaraq diqqətiniz ümidvarda olsun əziz tamaşaçılar. Kimə inanasan bilmək olmur və məsələlərin içərisində buna deyirsən, o deyir ki, yox bu onu bunu eləmişdi, yox bu bunu eləmişdi və hər iki tərəfdə özünə elə bəraət qazandırır ki, adam həqiqətən də çaşbaş qalır bu məsələlərin arasındakı. Doğrudan kimə inanasan, kim həqiqətdir, kim yalandır. Studiyamızın qonaqlarını təqdim eləmək istəyirəm sizə əziz tamaşaçılar. Respublikanın əməkdar artisti Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəcəfov. Xoş gəlmisiniz. Respublikanın əməkdar artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam Kafedrasının baş müəllimi Bəsti Sevdiyeva. Xoş gəlmisiniz. Hacı Sultan Əli Məscidinin axundu Hacı İbrahim Yarıyev. Xoş gəlmisiniz. Respublikanın xalq artisti Qızıl Dərviş mükafatı laureatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı. Xoş gəlmisiniz. Və mən bütün təqdimatlardan sonra bir təbriklərim olacaq təbii ki. Respublika Qadınlar Şurasının Sabunçu rayon təşkilatının sədri Samirə Əjdərzadə. Xoş gəlmisiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixologu Elnur Rüstəmov. Xoş gəlmisiniz. Respublikanın əməkdar artisti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nur. Xoş gəlmisiniz. Beynəlxalq dərəcəli neyrolingvistik proqramlaşdırma ustası NLP Master Babək Bayramov. Xoş gəlmisiniz. Hər birinizi salamlayıram və Əli müəllim sizi təbrik eləyirəm, Ağam müəllim sizi təbrik eləyirəm. Dünən dövlət başçısının, cənab prezidentin samıyla sizlər prezident təqaüdünə layiq görüldünüz, mükafatlandırıldınız və sizin sıranızda bir çox sənət... Təqaüd başda. Prezident mükafatına layiq görüldünüz və təbrik eləyirik sizi. Burada Mehriban Xanlarova var, burada Kəmalə Müzəffər var, burada sizlər varsınız və bir sıra sənət adamları var, bir çox sənət adamları var. Mən hər birinizi təbrik eləyirəm, sizə can sağlığı arzuluyuram. İnşallah hər şey yaxşı olar. Alqışlayırıq buraydan. Və təbii ki, ölkə başımıza, cənab prezidentimizə də dərin təşəkkürümüzü bildiririk ki, sənət adamlarına bu cürə diqqət, qayğı, isti münasibət, xoş münasibət var və heç biriniz diqqətdən kənarda deyilsiniz. Bizə söz veriləndə bizə Buyurun, elə sizə söz verin. Çox sağ ol, elə ürəyimizdən gələn sözləri dedin, biz də məmnun olduq. Çox sağ ol. Biz də Təbii ki, Yaxşı, siz də deyin. Mənim deməyim bir başqa, sizin deməyiniz bir başqa. Biz dövlətimizdən, prezidentimizdən mükafatımıza görə o sosial dəstəkdir bizə, stimuldur bizə, işləmək üçün, ailəmizi saxlamaq üçün və s. Minnətdarıq təbii ki. Əli bəy, buyurun. mən bütün bizə baxan Azərbaycan xalqımı, Azərbaycan millətini, bütün Azərbaycan Respublikanı və Azərbaycan hökumətini, dövlətini, başda cənab prezidentimiz, möhtərəm prezident olmaqla onun diqqətidir ki, bizim xalqımıza, millətimizə, incə sənətə və mədəniyyətə və eyni zamanda teatra verdiyi o dahiyana qiymətin nəticəsidir ki, və hər il cənab möhtərəm prezident günbəgündən bunun sayını artırır. Günbəgündən həmən bu mükafatların sayı çoxalır və bunlar da hamısı Ağam müəllimin təbirincə desək, incə sənətimizə, mədəniyyətimizə, teatrımıza verilən böyük qiymətdir. Əsasən insanların sosial şəraitinə. Məncə alqışa dəyər. Təşəkkürümüzü bildiririk, çox sağ olun və gəlin bu xanımın taleyi ilə bir maraqlanaq görək nə baş verir sizin ailənizdə Nərminə. Nərminə, düzmü dedim adınızı? Nərminə, danışınız taleyinizi, bir başdan xatırlayaq hər şeyi, danışaq, görək sizin ailənizdə nələr baş veribdir? Zahir müəllim, mən 94-cü ildə ailə qurmuşdum, əvvəlki ailəm. 94-cü ildə ailə qurmuşdum, amma budur ki, qaynanın üzünü görməmişəm mən. Qoşulub qaçmışdım. Bəli, qoşulub qaçmışdım. Amma 95-ci ildə hökumət zaqsı elə bir ki, bizdə olub. Atam ilə barışığa getdik, Lənkəranda zaqsımız oldu. Ondan sonra gəldik Bakı şəhərinə. Bakı şəhərində mən kirayədə evdə qalırdıq elə bir ki. Yoldaşım hər 3 aydan bir gedir rayona, 3 ay mən tək qalırdım. Özüm işləyirdim, özüm kirayəmi verirdim.
Bu minvallan düz 10 il belə yaşamışam. Yaxşı, adətən qız qaçanda öz atasının üzünü görmür, valideynlərinin üzünü görmür. Və sən qaçdığın ev qaynatanın Xeyr, onlar qaynananın... məni istəmədilər. Aha. İstəmədilər, heç kəs məni qəbul eləmədi. Amma elə bir ki, heç bir il keçməmiş, qaynlarım gəlirdi bizə. 20 günlərlə, 30 günlərlə qalırdılar bizdə. Kiraya 2 otaqlı evdə qalırdı. Yoldaşım gedirdi rayona, qaynım bizdə qalırdı. Mən gedirdim işə, gəlirdim, qaynım burada qalırdı, problem zadı olanda. Elə bir ki, bizim qapımız onlar üçün açıq idi. Amma qaynlarım üçün. Daha qaynana, Allah rəhmət eləsin, hər ikisi rəhmətə gelibdi. Mən onların üzünü görməmişəm. Heç birisini, baldızlarımın da üzünü görməmişəm. 3 baldızım olub, deyilənə görə. Mən onların üzünü görməmişəm. Onları sağdır. Üçü də sağdır, bəli. Əstəğfurullah. Allah canlarını dəyməsin onların. İndi həyatda mən onları tanımıram, nə olsun ki tanımıram. 94-cü ildən qaçmısan. 90 neçənci ilə qədər ailəli olmuşsan? 2004-cü ilə qədər ailəli olmuşam. Yəni həyat yoldaşınla bərabər yaşamısan və övladın dünyaya gəlməyib. Yaşamaq deməzdim ona. Bilirsiniz, məcburiyyət qarşısında. O 3 aydan belə bir qiyabi məktəbə gəldi. Necə sizi qaçırdım? Qaçmaq elə deyil ki. Qaçmaq o deməkdir ki, dünyanın ən var, ən sevdiğin bir xəzinəni, xanımı götürüb özünlə aparıb, özünki eləyirsən özü hər saniyə. Necə olur? Xeyr, elə olmadı da bizdə. Və niyə onda qaçırıb sizi? Elə olmadı da bizdə. Onda qisas alırdı sizdə? Xeyr, qisas almırdı. Yəqin Dostu, o atası, anası məni istəmirdilər. O gedirdi elə bir ki, işləmirdi, eləmirdi. Gedirdi, mən işləyirdim, özümü də saxlayırdım, kirayənəm də verirdim. 3 aydan bir, 4 aydan bir gəlirdi, 1 ay qalırdı, yenə gedirdi. Amma sizlə mən başda uşağımız yox idi. Uşağınız olmadı. Xeyr, olmadı. Yəni bir həkimlərə müraciət elədinizmi, getdinizmi həkimlərə, gəldinizmi, yoxsa Elədik. nə dedi Bəli. həkim? Həkim dedi ki, elə bir ki, mən operasiya oldum, operasiya olmuşdum. Siz? Dedilər, müalicə yolu nə olacaq, ona da bizim gücümüz çatmadı. Aha, gücün çatmadı. Bəli, gücümüz çatmadı. Operasiya, əməliyyat olunmuşdun və çatmadı ki, əməliyyat Operasiya olmuşdu. deməli, müalicə olunmağa. 94-dən 3-cü ilə qədər 2003-cü ilə qədər belə idi. Yəni, bu hara gedirdi? Bə sən soruşmurdunmu ki, mən Bakıda yaşayıram, Bakıda qalıram. Bə sən hara gedirsən, niyə yanımda oturmursan? Xeyr, deyirdi, gedim atamana məni evləndirmək istəyir, deyirdi. Evlənəcəm, sən zaksdasan, mən zaksız birini alacam, deyirdi. Həmişə də elə deyirdi mənə. Yəni, kəbinsiz biri ilə evlənib də uşağımız olsun, gətirim sənə mi verim deyirdi, yoxsa nə deyirdi? Deyirdi, birinci uşağı sənə verəcəm. Yəni, sən də bu səbəbdən onu buraxmışdın, rahat-rahat getsin, gəlsin. Bilirsiniz, mən onsuz da talimlə barışmışdım. Onsuz da belə idim. Çünki 2001-ci ildə boşanmaq istədim. Anam, bacılarım məni qoymadılar boşanmağa. Dedim, belə həyat olmaz. O gedir, mən qalıram. Bu kirayələrdə, o kirayələrdə. Atan-anan harada yaşayır? Lənkəranda yaşayırdı. Anam rəhmətə gedib Sən mənim. gəldin Bakıda yaşamağa məşğul Bəli, oldun. daimi Bakıda Nə işlə qalmışam. məşğul oldun Bakıda? Limonat sexində işləmişəm 8 il. Aha. Bəli, Bəs indi? mebeldə satıcı işləmişəm 3 il. Aha. Bəli, bu olub mənim iş Yəni yerlərim. çalışmısan, özünü dolandırmısan, kiraları Bəli, ödəmirsən, abidimi də, yaşamısan. çörəyimi də orada yemişəm, axşama evə gəlmişəm. Aha. Bəli. Qaldığın evin kirasını da özün ödüyordun. Özüm ödəmişəm. Yəni ərin də gəlirdi ay-bay. Ərim gəlirdi, 50 şirvan, 40 şirvan, 100 şirvan lazım olurdu, götürürdü, gedirdi. Niyə verirdin ona pul? Verməlidir onu. Oğluna Deyirdi, taxıl əkəcəm, xoşu ilə taxıl əkəcəm, maşın alverinə qoşulacam, mal alacam sahib. Vədlər verirdi ki, nəyisə başlamaq istəyirəm, səndən pul Gedirdi 3 alacam. aydan sonra deyirdi ki, pulum yoxdur. Mən deyirdim, min maşına, gəl taksi pulumu verərəm, sən Allah gələcəksən. Cəmaat deyir ki, bu niyə tək qalır? Söz söhbət olur. Gecə gedirəm, işə etməsi saat 10-da gəlirəm, elə 9-da 10-da. Sənin uşağın dünyaya gəlmirsə, bəs bu kimdir indi? O sözə gəlib, axırda gəlib çatacam. Deməli, qaynım gəldi 2002-ci ildə Bakı şəhərində özünə iş axtarmağa. Özünün orada 4-5 uşağı vardı. 5-ci uşağı doğulmuşdu. Qaynının. Çətdə qalmışdı. Bəli. Gəlmişdi, bizdə qaldı. Aha. Biri 20 gün qaldı bizdə. Yoldaşım evdə döyüldü. Bizdə qaldı. Mən elə bir gedirdim işə, gəlirdim. Hasarı var idi onda. Gedirdi, gəzirdi, gəldi, iş axtarırdı. Getdi bağlarda iş tapdı öz üçün. Kiminsə bağının qaraltısı oldu. Sonra da gedib ailəmi gətirəcəm. Arvadı elə bir ki, yoldaşı, həyat yoldaşı. Bir uşağını anası gildə qoydu, 4 uşağını götürüb gəldi. Aydındır, bu uşaq qaynının uşağıdır. Bəli, bu 6-cı Aydındır. uşaqdır. Reklamlardan dərhal sonra, qısa bir anonsumuz olacaq. Reklamlardan dərhal sonra biləcəksiniz ki, bu uşaq necə meydana gəlib və nə baş verir bu ailədə. Çox maraqlı bir talidir, diqqətiniz bizdə olsun. Dilarə Novruzova doğrudanmı evladını həyat yoldaşının evindən oğurlayıbmış?
onun əri Vagif öz övladına işgəncə veribmi? Vagifin evinə yollanan ümidvar komandası nələrə şahid oldu? Qonşuları niyə onun üzünə durdu? Dilarə doğrudanmı öz ərini 2 dəfə bıçaqlayıb? Birazdan. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar: Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Rothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Pasta del Capitano, dişləriniz daha sağlam və bəmbəyaz olsun. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Yeni Lafarella. Yeni reseptura. De yalnız sert buğda. Artık çeki ve kalori. Düşünmeye değmez. Lafarella. Zəriflik onunla. Salam əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşpazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşpazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə pişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qalyanaltı halal sosisləri. Qalyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicəvi əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çörək evinə gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femiz dəri salonunda. Femina, bu mənim seçimimdir. Sədərək Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Capitano. Antibakteriyal, təbii otlarla zəngin, vitaminli, oksigenli. Daha çox inamlı olun və ətrafınızdakilara təbəssüm bəxş eləyin. Pasta del Capitano, siz daha sağlam və çox gözəl olacaqsınız. 100% İtaliya brendi. Böyük ekran, böyük imkanlar. İş ve şahsi hayatında uğur kazan. Samsung Galaxy Grand. Daha büyük dost imkanları. Hər evin öz cazibəsi var və onu yaratmağın da öz yolları. Mənim sirlərimdən biri əsl kərə yağında bişirdiyim dadlı yeməklərimdir. Ankor yağı Yeni Zelandiyada il boyu təzə otla bəslənən inəklərin südündən alınır və bu cür südün bütün təbii xüsusiyyətləri olduğu kimi yağa keçir. Ankor yağının təbii qızılı sarı rənginin və ətrinin sirri budur. Ankor, cazibəli evin bir sirri. Azur Ticarət Mərkəzi təqdim edir. 4 may saat 18:30'da populyar müğənni Sevda Yahyayeva və Namiq Qaraçuxurlunun iştirakı ilə şou konsert.
Aslan Nobel Prospekt 15. Azul Ticarət Mərkəzi. Dayaruşka təbii süddən hazırlanmış keyfiyyətli kərə yağı ənənəvi rus üsulları ilə hazırlanır. Yeməkdən sonra dişləriniz karies təhlükəsinə məruz qalır. Orbit kariesdən 3 qat müdafiə, qida qalıqlarını təmizləyir, zərərli turşuları neytrallaşdırır və diş minasının zəiflənməsinə mane olur. Ona görə hər dəfə yeməkdən sonra Orbit çeyniyin. Orbit, kariesdən 3 qat müdafiə. Ye, iç, Orbit çeynə. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sür dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Mən oğluma var dövlət qoya bilməsəm də təmiz ad qoyacağam. Yəni mənim mirasım bu olacaq. Bu dəfə xalq artisti Səidə Quliyevanın ömrü yoluna nəzər salacağıq. O qayğılar yaradırdı, ailə problemlərini. Hamı elə bilirdi ki, biz bir-birimizi sevirik. Aktrisa indiyə qədər heç yerdə demədiklərini İradə İsaqla bölüşdü. Qardaşım cavan rəhmətə getdi və çox böyük stres aldıq. Ondan sonra mən də xəstəliklər tapdım. Bu axşam saat 22-də. Məni bıçaqlayıbdı. Gəlib darvazanı sındırıb, gəlib uşağı qoyub taksiyə uşağı oğruyub aparıb. Neçə aydır mən o uşaqların üzünü görmürəm. Bu sözü Dilarənin həyat yoldaşı bizə dedi. Neçə aydır ki, mən o uşaqların üzünü görmürəm, söylədi. Və birazdan daha ətraflı izləyəcəksiniz bu sujeti siz əziz tamaşaçılar. Hal-hazırda isə sizə Roltonla danışmaq istəyirəm. O qədər ac vaxtımız olur ki, və yeməyə heç nə olmur əlimizin altında və yemək də hələ hazır deyil. İndi gəl aclığa döz də. Yəni, belə məqamda adam dözə bilmir. Axı, bu yerdə bizə tez hazırlanan Rolton şorbaları lazımdır. Belə ki, bir neçə dəqiqə ərzində isti naharımız hazır olacaq. Rolton sizə kartof presi də təqdim edir ki, onun da dadından doymayacaqsınız. Rolton əsl ev xörəyinin dadını verir. Çünki bulyonların tərkibində əsl ev ərzaqları var, süd var, tərəvəz var, un var. Müxtəlif ədviyyatların qarışığından hazırlanan Rolton bulyonlarından dadmağı mütləq sizə belə məsləhət görür ki, mütləq bundan dadasınız. Rolton bulyonları ləzzətin adıdır və Rolton evimizin doğma dadıdır. Tümüzü bildirir Rolton bulyonlarına. Lafarella makaronları hamı deyir ki, makaron kökəldir. Bax, hər bir insana kimi soruşdan deyəcək ki, makaron kökəldir. Amma Lafarella makaronları kökəltmir. Nəyə görə kökəltmir? Makaron o halda kökəldə bilər ki, o biskvit unundan hazırlansın. Yəni, yumuşaq buğda unundan hazırlansın. Amma məhz bərk buğda unundan, sərt növ buğda unundan hazırlanan makaronlar adamı kökəltmir. Bu isə Lafarella makaronlarıdır. Və yeri gəlmişkən sizə məsləhət görür ki, makaronları heç vaxt ətlə və yaxud da ki, digər kalorili məhsullarla yeməyəsiniz. Çünki belə olduğu halda istər-istəməz o kökəlmə verəcək sizə. Əgər siz Lafarella makaronlarını tərəvəzlərlə, qəşəng o yüngülvarı belə deyək də, belə ona padlivka deyirlər. Bilmirəm, Azərbaycanca nə gedir o padlivka? Yəni, qarnir olaraq o qarnirlərdən, yüngül qarnirlərdən istifadə eləsəniz, o zaman siz Lafarella makaronunu nə qədər yeyirsiniz, yeyin, kökəlməyəcəksiniz. Çünki Lafarella yalnız və yalnız zəriflik onunla. Təşəkkürümü bildirəm Brothaus çörəklərinə. Bax, bu çörəklərin dünən mən o yumru çörəklərdən evə aparmışdım və bugün səhər-səhərdə qəşəng bir qayğanaq elədik. Sonra bir qəşəng kral sosislərindən qızartdıq. O qayğanağın içərisinə xırda-xırda belə yumru-yumru doğradıq. Yumurtanın içərisində çox gözəl bir görüntü əmələ gəldi. Köpdü, şişdi. O içərisində də ətlər belə qıpqırmızı qızarmışdı. O üz, bu yüz onu qızartdıq və başladıq Brothaus çörəkləri ilə yeməyə. Dayı, bala, ailədə hamımız və çox zövq aldıq. Yəni Brothaus çörəyi elə bir çörəkdir ki, o adamı kökəltmir və ondan doymaq mümkün deyil.
kökəlmə təhlükəniz varsa və çörəkdən imtina eləmisinizsə, bilin ki, çörəkdən tam imtina etmək mədə-bağırsağa çox ziyandır. Yəni, ən azı gün ərzində bir kəsim də olsa belə çörək yeməlisiniz. Və odur ki, sizi kökəltməyən çörək olan Brothaus çörəyi ilə tanış edirəm və alın bu çörəklərdən dadın. Nə zaman bir 100 qram da olsa, 50 qram da olsa kökəlsəniz, həmən mənə zəng vurun, ona mən cavab deyəm. Bax, bu cavabdehliyi öz boynuma götürdüm. Daha gedib çörəyin yanında bir quzunu yemeyin. Yəni, yalandan bir dənə balablı alaca çörəyi götürün, sonra bir dənə quzu yeyin, kökəlin, gəlin üstümə. Elə yox. Yəni, sırf bu çörəkdən istifadə edin, görün nə vaxt kökəlsəniz, mənə nə deyirsiniz deyin. 012 498 59 59, 012 498 61 67. Bayaq dediyim kimi, Kral ət məhsullarından da biz daddıq bugün səhər-səhər. Biz ondan hər gün dadırıq, çünki çox sevirik. Biz onun dərə ləhəzinizdə xoşlayırıq. Çünki mən o torpaqdan olduğuma görə, o yerdən olduğuma görə dərə ləhəzi adına olan hörmətim, sevgim, sayğım və o dada tama olan sevgim, sayğım çox böyükdür və sizə də məsləhət görərdik. Göycədir, Gümrüdür və daha sonra Vedibasarıdır. Qəlyanaltı halal sosislərinə isə heç bir sosis məhsulu çata bilməz. Azərbaycan bazarında 100 min dənə çeşid gətirin, qoyun, kralı da qoyun. Mən heç gözümü bağlayım, mən gedib taparam ki, kral hansıdır. Çünki dadına bu qədər bələdəm və sevirəm. 012 498 92 82 və 052 122 85 12. Qısa bir anonsumuz olacaq əziz tamaşaçılar və bu qısa anonsdan sonra studiyamızda Nərminənin taleyinin ardını dinləyəcəyik ki, bu xanımın başına nələr gəlib və o uşaq kimdir, nəçidir, nə üçün o uşaq bugün onun yanındadır və nə üçün bugün o uşağı onun əlindən almaq istəyirlər. İnadından dönməyən Samir, keçmiş xanımı Maralın növbəti barışıq çağırışına nə cavab verəcək? Qızı Leylaya qovuşmaq istəyən Yusifin həsrətinə son qoyulacaqmı? Geçmiş həyat yoldaşına gəl barışaq deyən Jaləyə hansı xəbər gəldi? Dilarə Nevruzovanın uşağını diləndirməkdə ittiham ediyi əri nələri dedi? Ümid var da. Mən bir saatdır efirdən anonsa baxıram da. Buradan da sizə baxıram, oxşadıram sizi anonsdakı insana və xanım da sizin həyat yoldaşınızdır, hə? Bu xanım da həyat yoldaşınız olub. Yoxsa yenə dır? İndi yox. Amma həyat yoldaşınız olub. Bu sizin neçənci həyat yoldaşınızdır? Üçüncüdür. Bu ikincidir. Və birinci hanı? Bəxtəvərin gördü iki dənə həyat yoldaşı var. Sən bunların öhdəsindən necə gəldin, bizə də örgətsin. O da baxır. Ulan bizə də örgətsin də, bir üçün öhdəsindən. Nə öyrətsiniz Tarxan müəllim? Siz niyə yaxşı şey öyrənmək istəmirsiniz ki? Birinin öhdəsindən gələ bilir. Yox, siz niyə yaxşı şey öyrənməyə meyilli deyilsiniz? Tarxan müəllim, burada din xadimləri oturub. Niyə görə? Qanun var, şəriyyətin qanunları var. Yəni siz də istəyirsiniz sizin keçmiş günahlarınız gəlsin burada sizi xar eləsin, ümid var da? Mənim keçmiş günahım yoxdur. Yəni neçə dəfə evlənmiş? Nə keçmiş? Bircə dəfə evlənmişəm, yazıq canım. Cəmaat 3 dəfə evlənir. Ağam müəllim, bəs o tamaşaçılar məhəbbəti? O heç görür, nə qədər gör, üst-üstə yasarı vurur. Valla. Yəni, bu xanım mənə deyir ki, mən buradan getmək istəyirəm, bunlar mənim ümidlərimi öldürürlər. Siz ona reklam arası nə demişsiniz ki? Mən deyim nə demişik? Şəriyyətlə Şəriyyətin qanununa bu ilahiyyatı bilir. Mən Axan müəllim, mən üz istəyirəm. Sən öz sahibidir, sonra nə üstü? Yox, mən istəyərdim ki, bu xanımı sonuna qədər dinləyək. İndi siz burada dinləmişsiniz, öz fikirlərinizi ortaya qoyacaqsınız. Amma tamaşaçıya bəlli olmayacaq və bilməyəcək ki, burada nəyin üstündə müzakirə gedir. Nə oldu ki? Hani deyir də, o deyir, mən də deyəcəyim. İkimiz də başa salırız. Görün qızım, qulaq asırsan, vəziyyət belədir. Mən çox üzr istəyirəm. Bu xanım hələ sonuna qədər danışmayıb. Mən heç bilmirəm ki, onun başına nə gəlibdir. Bu uşağı sənin qaynından aldın bu uşağı, hə? 6-cı uşağı idi. Bəli. Aldın o uşağı ki, saxlayasan. Sənin uşağın olmur. Elə olmadı. Mən ətraflı danışım da biraz. Yəni, mən bildiyim qədəri ilə gəlin hamilə qalıb, sən onlara baxmısan, buradan gedib gəlmişsən, pul da göndərmişsən, altı bazar geri gəlində dəyməyə getmişsən, yanlarında olmuşsan. Bəli, buzovnada olurdular. Yəni, buzovnada olurdular, tez-tez yanına gedib gəlirdin və bu hamiləliyin necə getdiyini, yaxşı mı, pis mi getdiyini sən nəzarətində saxlayırdın. Bilirdim, bəli. Və uşaq anadan olandan sonra verdilər sənə. Uşaq anadan oldu Lənkəranın Boladi kəndində. Buradan apardım ora. Boladi kəndində, anadan oldu. Bizim kəndimizdə. Və verdilər sənə. Uşaq məndə qaldı, gəlini yola saldım 3 uşağı ilə. Sənət sübutu aldın mı bu uşağa görə? Qanunla deyil, bəli. Xəstəxanada elə bir ki, mənim adıma yazılıb uşaq. Aha. İndi metrikasında doğum haqqında şəhadətnamədə nə yazılıb? Mənim keçmiş yoldaşımın adı yazılıb. İkinizin də adı yazılıbdır. Bəli.
Sonra Vəziyyət dəyişdi. Sonra Vəziyyət dəyişdi. deməli sonra indi ona görə deyirəm ki, qoyun qulaq asaq, sonra nəticələr çıxardın da. Yəni birdən-birə arxa hoppanmamış hop deməyək. Xəbər yox idi, ona görə. Deməli, uşaq gəldi, bu yaşa çatdı. Bu yaşa çatana qədər sənin ərinlə, sənin qaynın bir-birini danışdırmırdı. Uşaq 15 gün oluyor olanda mən yoldaşımla elə bir ki ayrıldıq. Bəli. Yəni ərarvat olmadınız. Rəsmən ayrılmadın, cismən ayrıldın. Yəni ki, nəsə ki, səndə, mənimki məndə. Ayrıldınız. Bu neçənci ildə baş verdi? Bəli. 2004-cü ilin, deməli, sentyabr ayının 25-ində. 2004-cü ilin sentyabr ayından ta ki 2010-cu ilə qədər sən bundan rəsmi nikahlı qaldın. Xeyr, noyabr ayında gəldi. Noyabr ayında gəldi, dedi ki, mənə pul ver, 2 şirvan paçkası. Mən gedim, sənədi çıxardım, gətirim. Gedim kəndə, sənədi çıxardım, gətirim. Getdi, atam. Onda bu uşağın neçə yaşı vardı? Bu uşaq 1 aylıq idi. 1 aylıq idi. 2 aylıq idi, bəli. Aha. Yenə o pulu verdin ona, getdi. Bəli, metrikasını aldı, gəldi, özü aldı, gəldi Lənkərandan. Sonra qoydu. Metrikaya 2 şirvan paçkası vermirlər. Metrikanın özünün, yəni onun özünə pul lazım idi. özünün qiyməti var. Özünə pul Dövlət lazım. rüsumu var. Bəli. Yox, özünə pul lazım idi. Yenə də 3 gündən sonra dalaşdı məndən, bir dəfəlik getdi. Bir dəfəlik getdi. 2004-cü ildən nə sən onu görürsən, nə o səni görüb. Görməmişəm, xeyr. Görməmsən. Ta ki 2010-cu ildə rəsmən boşanana qədər. Bəli. 6 ildən sonra rəsmən boşandı. Boşanmaya da gəlmədi. Boşanmaya da gəlmədi, amma boşandın sən. Amma qaynımcının aram yaxşıdır. Gedirdim, gəlirdim, deyirdim, mən sənin qardaşınam. O ta ki qaynınla qardaşı barışana qədər. Xeyr, qaynım mənə dedi ki, boşan gedərə. Aha. Boşan gedərə. Aha. Dedim, yaxşı. İndi deyirlər ki, niyə boşandın, ərə getdin? Bəlkə deyirmişlər, niyə boşanmamış ərə getdin? Boşanmamış ərə ola bilər. Deyir ki, mən gedim, gəlim, utanıram yoldaşından sənin, utanıram. Boşan ginən get ərə. Amma ki, boşandan sonra da elə bir yenə də gediş-gəlişimiz oldu. Amma budur ki, eşitdilər ki, mənim bir oğlum var. Bu haqsablar baş verdi. Yəni sənin ikinci həyat yoldaşından bir oğlun dünyaya gəldi. Bəli. 2008-ci ildə ərə getdin. Bəli. Sən 2010-cu ildə də rəsmən boşandın. Bəli, rəsmən Yəni sən rəsmi boşanmamış 2008-ci ildə ərə getmisən. Bilirsiniz, mən Bakı şəhərində kiminsə evində qalmırdım. Özüm orada-burada kirayədə qalırdım. Heç qaynım maraqlanmır. Gəlirdi, gedirdi. Amma bilmirdik necə yaşayırmış. Amma mən onları həmişə əl tuturdum. Aydındır. 2010-cu ildən rəsmən ayrıldın. Bəli. Və sonradan bütün bağlar yanmağa başladı, hə? Yanmağa başladı, belə yanmağa başladı ki, qaynım deyirdi ki, niyə gəlib getmirsən? Deyirdim ki, işim var. Telefonla əlaqə saxlayırdım. İşim var, gələ bilmirəm. Oğlunun neçə yaşı var indi? Oğlunun neçə yaşı var? 2 yaşı iyulda olacaq. Aha, 2 yaşı olacaq. Deməli, sən uşaq dünyaya gətirə bilərmişsən. Neyin imzalayalım? Deməli, kişi tərəfdənmiş də. Yəni, problem o insan. Mən tərəfdən idi, müalicəyə ehtiyacım var idi. Sən müalicə elətdirdin. Müalicə olundun, ha? Bəli. Yəni, ikinci rəsmi həyat yoldaşının da övladının atası. Nədir? Yəni, oğlunun atası ikinci həyat yoldaşındır da. Bəli, yoldaşım. Rəsmi, evləndiyin adamdır da. Onunla rəsmi nikahın var indi? Rəsmi nikahımız var, bəli. Aydındır. Yəni, rəsmi nikahın bu rəsmi nikahını pozdurandan sonra elədin də, 2 ildən sonra. Bəli. Aydındır. O uşağın heç olmasa atası adını, soyadını verib də, o uşaqdadır da, hə? Hələ almamışıq, başımız qarışıbdır, ora-bura. 2 il uşağına doğum haqqında şəhadətnamə Bəli, almışsın. almamışıq hələ. İndi 1-2 ildən sonra da başın bunun bəlasını çəkəcək. Xeyr, çəkməyəcək. Yəni, hamı elə etibarla olmaz elə şeylər. Zalim əlimizdə xüsusumuz yox idi ona görə. Aydındır. İndi bir şey deyim sənə. İndi bu uşağı səndən geri istəyirlər. Bəli. Deyirlər ki, boşanmasaydın, kimlə yaşayırdın, biz bilirdik də. Amma gərək boşanmayaydın. Deyirəm, bəs o vaxt siz dediniz ki, boşanın. Nətər yəni? Yəni ki, mən elə şey mi olar? Yəni, burada oturanlar belə hamımız bəsxam donub qalıb deyəsən məsələyə görə. Yoxsa ümumiyyətlə bu məsələ sizə bir o qədər təsir mi eləmədi? Yoxsa nə? Yəni belə sakit təsir eləmədi. Bəli, mənə dedilər ki, boşanmayıb gedəydin ərə. Çünki o danışığına qulaq asıram xanımın. O birinci hələ həyat yoldaşından danışır. Deyir ki, 20 gün, 30 günüm, 3 ayda bir dəfə gəlirdi. Bəli. Ailə döyüdük. Biz elə belə ona ailə demək olmaz axı. Tamamilə bu ailə deyil. Xeyr, biz də ailə deyildik. Mən indi ailə qurmuşam. Yox, indi bu məsələ... 10 ildə yaşamısan o kişi ilə. O cür o kişi ilə yaşamsan. Deyirlər, zaxıstı arvadısan da. Nə olsun zaxıstı arvadı olanda? Kəvinin zaxıstı arvadısan.
Biz həmişə pulla onu təmin eləmişik. Bəli. Pulu sən vermişsən. Xeyir Mən olsun. çox maraqlı. Qadınla vaxtdan kişini pulla təmin eləyən olur. İndi bu xanımın Mənim günahlarımdır. bilirsiniz, mən bir şey demək istəyirəm. Sadəcə olaraq Onda mən olub ona verib, onda olanda da buna verib. Yox, verməyib axı. O əsasdır. Olmayıb verməyib, bu verib. İndi ondan Bu bəsəni bu verib. Ne olsun? aydındır. Yəni o kişidən ayrılıb artıq. Pul Yəni verməyinə görə mən danışmıram. Pul indi ailədir, pulu o da verə bilər, o birisi də verə bilər. Amma fakt şu, bu sənin bir yerdə yaşamamısınız. Bir kişinin ki, mən üzr istəyirəm tamaşaçılarda, bir kişinin ki, həyat yoldaşından xəbəri olmaya. Xeyr. Böyle şey ola Evi bilər. dəyişirdim, sonra gəlib ünvan qoyurdum, telefonla zəngləşib gəlib məni tapırdı. Vallahi yenə də mənə çatmır bu şeylər. Mən qəbul edə bilmirəm belə şeyləri. Ne eləyəydim? Bunlar keçib gedib. Əlimdən nə gəlir? Gələcəyi O fikirləşir. keçib gedib. İndi bu uşaq deyirlər ki, sən Nərminə, mən bir şey demək istəyirəm. Yox, bu sənin ən azı keçmişindir. Mən istəməzdim ki, sən keçmişinə belə baxasan ki, onsuz da bu keçib gedib deyə. Sadəcə olaraq mən bilirsənmi nə demək istəyirəm? Mən demək istəyirəm ki, sənin bax, indi o qədər belə, yaxşı, deyək ki, 10 il idi o insana nəyə görə dözürdün? Nə sənə bir paltar alırdı, nə geyim alırdı, nə sənə bir ərlik eləyirdi, nə sənin yanındaydı, nə hətta gəlib sənin pulunu əlindən alıb aparırdı. Niyə? Sən bunu öhdəçiliyinə mi götürmüşdün? Elə sən zamanında 1-2 ildən sonra boşanardın, 10 ildə bu qədər zülüm çəkməzdin, başqa bir kişi ilə ailə qurardın. bilirsiniz Zaur müəllim, mən öz başına ondan qoşulub getmişdim. Öz başına həyat. Nə olsun öz başına getmişdin? İndi görürsən öz başına elədiyin şeylərin Qorxurdum. nəticəsi. Bacılarımla, qardaşlarımla qorxurdum. Kətdən utandırdım, ona görə boşanmırdım. Sən həyat yoldaşınla harda tanış olmuşdun? Bakı şəhərində. Birinci ilə. Birincidən gedirlər. Bəli. Yəni hansı halda tanış olmusunuz? Harda? Kafedəmi, çayxanada mı, yeməkxanada mı, yolda mı, metroda mı, harda? O vayenli idi. Hərbiçi idi. Bəli. Sən kim idin? Mən adi bir dənə yerdə işləyən adam. Harda tanış olmusunuz yəni? Küçədə. Küçədə. Bəli. Ona görə deyirlər, küçədə kiminlə tanış olursanız onu ərə verməliysən. Bəli, bəli. Küçədə də tanış olmaq olar. Olur da, normaldır bu. Yəni insanlar küçədə tanış olur, parklarda tanış olur, metroda tanış ola bilər. Məsələ biraz gəlizləşdi, ortada bir uşaq məsələsi var, əziz tamaşaçılar. Reklamlardan dərhal sonra, indi qısa bir anonsumuz olacaq və reklamlardan dərhal sonra biz sizinlə bərabər olacaq və bu mövzunun vacihinə yetməyə çalışacaq. Nəsə var ortada, amma nə? Birazdan biləcəyik. Məni saxlayıbdı. Gəlib darvazanı sındırıb, gəlib uşağı qoyub taksiyə uşağı oğruyub aparıb. Neçə aydır mən o uşaqların üzünü görmürəm. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar, Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Pasta del Capitano, dişləriniz daha sağlam və bəmbəyaz olsun. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sür dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Capitano. Antibakteriyal, təbii otlarla zəngin, vitaminli, oksigenli. Daha çox inamlı olun və ətrafınızdakılara təbəssüm bəxş eləyin. Pasta del Capitano, siz daha sağlam və çox gözəl olacaqsınız. 100% İtaliya brendi. İndi Cin Class və Gold abunəçiləri tarifdən asılı olmayaraq Baksel'in yeni vahid ödəmə kartından istifadə edərək balanslarını asanlıqla artıra bilərlər. Baksel, Ulduzlar Ligasına qoşulun.
Mən ilk baxışdan gözəl görsənən bir çox dişlər görürəm. Diş əti cizgisinə fikir verənədək. İş orasındadır ki, diş əti cizgilərində yığılan ərb sizdə problemlər yarada bilər. Əslində bir çox insanın diş əti problemi var və onların bundan heç xəbəri də olmaya bilər. Buna görə mən Stanus kompleksli yeni Blendamed Pro Expert Clinic Line Zaşita Dösen diş macununu tövsiyə edirəm. O, diş əti cizgisindəki ərpi yox etməyə kömək edir və 4 həftəyə diş əti vəziyyətinin yaxşılaşdırılması kliniki sübuta yetirilib. Yeni Blendamed Pro Expert Clinic Line Zaşita Dösen. Daha sağlam diş əti üçün. Qaşınma fikrinizi yayındırır, Evkalipt ekstraktlı yeni Head & Shoulders rahatladıcı qayğı şampununu sınayır. Onun formulu qaşınma əleyhinə mübarizə aparır və 100%-ədək kəpəyin qarşısını alır. Qaşınmanı unut. Yeni Head & Shoulders rahatladıcı qayğı. 100%-ədək qaşınmadan azad. 100%-ədək kəpəksiz. Estetik gözəlliyin nə qədər önəmli olduğunu hətta estetik klinikasının həkimləri yaxşı bilir. Üzünüzdə olan komplekslərdən yaxa qurtarmaq istəyirsinizsə, güvən və rəğbətinizi qazanan hətta estetik klinikasına buyurun. Estetik cərrah Sirus Qoçqani tərəfindən karbon-2 oksid aparatı vasitəsilə qansız, ağrısız şəkildə xoşa gəlməyən halların aradan qaldırılması, Avropadan gətirilmiş Q-Switch lazer aparatı ilə çillərin və tatuajın silinməsi, həmçinin diodlu lazer aparatı vasitəsilə artıq tüklərin aradan qaldırılması həyata keçirilir. Hətta estetik klinikası ilə daim sağlam və gözəl olun. Baksel'den daha bir faydalı təklif. Saniyədə 21 megabitə qədər sürəti olan yeni nəsil limitsiz internet. Ayda cəmi 9 manata. Sürət, hədləri aşan internet. Salam. Salam. Bağışla, biraz geciktim. Bura bax, yeni göy M&M's. Necə şirindir. Elə sən də pis deyilsən. Nə qədər göy var. Göy? Gəl dadlarına baxaq. Afisant. Stop. Yeni göy M&M's. Onu hamı yemək istəyir. Şokoladlı desert. Bizdə biri var. Tıqqıldatmağa son qoy və təraşa başla. Gillette Blue 3. Onun aralı ülgüclü və asan yola bilən forması daha asan təraş üçün səni daha təmiz ülgüclərlə təmin edir. Tıqqıldatmağa son. Gillette Blue 3. Bir dəfəlik və yeni, daha sərfəli sistem ülgüc şəklində əldə edə bilərsən. Artıq hər dəfə dəstək üçün pul ödəməyə ehtiyac yoxdur. Hamı bilir ki, Baksel doğmacı bölgələrdə sərfəli tarifdir. İndi Şamaxıdayıq. Gedək görək Şamaxılılar bunu bilirlərmi? Necəsiz? Yaxşısınız? Çox sağ olun. Tanıdın da mən. Əlbəttə ki, tanıdım. Özünü təqdim eləm. Anar Ömərov, Şamaxı sakiniyəm. Evet, istifadə elədiyim mobil operasiyansıdır. Baksel, 10 ildir məndədir bu nömrə. Çox sərfəlidir, çox. Baxırıq, işlədirik. Aha, sərfəli olan nədir? Tariflərə giririk. Bax, mən neçə vaxtı deyirdim də, Bakselin doğmacın bir dəqiqəsi 2 qəpikdir bölgələrdə. Şəbəkə daxili. Bəli. Aha, indi mənim sizə xoş xəbərim var. Buyurun. Şəbəkə xarici zənglərin qiyməti 4 qəpik oldu. Çox gözəl. Bu da sizə mən deyirəm Dilarə. Bax, nə mələyəm, nə şeytan. Mən Dilarəyəm. Laf yaxşı. Bizim sərfəli tarif deyir ki, həmişə əla qiymətə danışın. Sizsə məni gözləyin. Baksel sizə daha yaxın gəlir. Baksel, daha yaxın olaq. 100% öz fermamızın südündən olan təbii Atana kəsmikləri artıq satışda. Yeni ləzzəti Atana ilə kəşf edin. Səhər açılandan taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başla. Rolton, etibar eləmək olar. Bu inanılmazdı. Bu hadisə oldu. Gəmi batır, ailəm həlak olur, mənsə əzab çəkirəm. Deməli, bu əhvalatın xoşbəxt sonluğu var. İlahi, şükür sənə. Dönməyən Samir, keçmiş xanımı Maralın növbəti barışıq çağırışına nə cavab verəcək?
Qızı Leylaya qovuşmaq istəyən Yusifin həsrətinə son qoyulacaqmı? Geçmiş həyat yoldaşına gəl barışaq deyən Jaləyə xəbər gəldi. Dilarə Novruzovanın uşağını diləndirməkdə ittiham etdiyi əri nələri dedi? Ümidvarda. Bəli, Ümidvarda başlayacaq bütün bunların hamısı və Nərminə, deməli, tanış oldunuz həyat yoldaşınla və qaçırtdı səni. Qoşuldun, qaçdın. Bəs o vaxt sən Lənkəranda deyildin? Xeyr, Bakıda. Bakıda işləyirdin. Niyə evdən bu qədər uzaq düşmüsən ki sən? Niyə? Onda neçə yaşın vardı? 22 yaşım var. Mikrofon yaxınsan. 22 yaşım var. 22 yaşın vardı. Yəni 22 yaşında ailədə, evdə oturmaq istəməzdinmi? Yəni Bakıya gəlməyin səbəbləri vardı mı, yoxsa nə? Onsuz da qardaşım da buralı verə gedib gəlirdi. Yəni rahat-rahat səni buraxmışdılar ki, get Bakıda işlə, çalış, zəhmət çək. Olmuşdu da indi. Mənim qismətimdir, neyim? Hər kəsin bir taleyi var. Zaur bəy, bu çox belə şey yanaşmadır, çox sadə bir yanaşmadır. Mənim qismətim belə gətirdi talih. Mən birinci məsələni bu cür qoyacaqdım. Biraz ucadan danışın da. Bir uşaq burada iştirakını mən istəmərdim. Biz sizin pasientləriniz deyilik. Ancaq potensial xeyli pasiyentimiz var burada. Burada uşağın iştirakını mən istəyərdim. Bunu biraz əgər mümkün olarsa, uşaq burada iştirak eləməsin, orada kənarda otursun. Çünki burada elə məqamlar var ki, o gələcəkdə böyüyəndə travmalara səbəb ola bilər. Digər bir tərəfdən dedi ki, qaçmışam. Bu çox bir mühüm bir məqamdır. Bu durumda olan insanlar var. Qaçanda belə bir psixologiya bunlarda formalaşır ki, pis də olsa qalmalısa. Çünki seçim özünündür. İnsan səhv edə bilər. Bu cür situasiyada siz zamanında addım atsaydınız, bəlkə də bütün bunlar baş verməzdi. Və ikinci dəfədə biz necə, hər kəs öz doğruları ilə yaşayır. Siz həqiqəti sizin gördüyünüz tərəfdən deyirsiniz. Əslində burada çoxlu məqamlar var ki, Nərminə xanım, bunlara da aydınlıq gətirmək lazımdır. Yəni, sizin dediklərinizdən kifayət qədər ziddiyyətlər çıxır. Mən üzümü tutub nə demək istəyərdim? Bugün qaçan, ailədən ayrı düşən qızlar var, xanımlar var ki, yaxşı olardı ki, valideynlər onun üzərində biraz diqqətli olsunlar və bu situasiyalarda olarsa, onu zamanında həll etmək lazımdır. Əgər zamanında həll olsaydı, bugün bu situasiya olmazdı. Əslində, belə baxanda, belə haqqına danışanda sizin o uşağı iddia eləmək Düzün deyirəm ki, sonradan onlar deməsələr ki, belədir, belə olub. Yox, mənə, bilirsiniz Elnur bəy, burada tamam başqa məqam var. Bu qadının əlindən hal-hazırda uşağı geri istəyirlər. 10 il yaxşı idi. Nə həyatı olubsa, kimə gedibsə, kimlə yaşayıbsa, harada qalıbsa, bunun heç bir əhəmiyyəti yoxdur hal-hazırda. Yəni 10 il bu adam yaxşı idi, 11-ci ilə keçəndə artıq bu adam pisdir, uşağı qaytarır. Niyə? Zaten konfliktlər olur. Burada bir nüans müsəlmandır. Əsas səbəb odur ki, uşaq, 9 qız uşağı, 9 yaşına çatdı, bir gündə başqa kişi olan evdə qala bilməz, naməhrəm sayılır. O, qayıtmalıdır atasının, anasının yanına. Bu bir. İkincisi, ilahiyyatın qanununda təsdiq edir. Mən üzr istəyirəm bir şey deyim. Arxam mənim, yəni mən dönə-dönürsən, bu mənim sahəmdir, ona görə mən istəyirəm. Əvvəla... Yəni bu harada, var mı belə Quran-ı Kərimdə belə bir şey? Şəriətin qayda qanunları var, hökmü var. Məhrəm, naməhrəm. Üzr istəyirəm, bir şey deyim də. Yox, yəni ki, sırf bax belə bir məqam Quran-ı Kərimdə varmı ki, məsələn, əgər qız 9 yaşına çatırsa, qadın başqa bir kişi ilə ailə qurubsa, qız qayıtmalıdır atasının yanına, yoxsa necə? Həddi bulu, üzr istəyirəm də, bax, indi mən danışıram, siz də danışırsınız, qoy bir-bir danışaq. Buyurun. Ümumiyyətlə, insanların həddi buluq məqamı var. 9 yaşında, üzr istəyirəm, analarımız, xanımlarımızdır, 15 yaşında kişilərimizdir. Həddi buluğa çatırlar. Yəni, artıq onlar yetişmiş məqam deyirlər onlara. Gəlib o məqamı çatıblar. Yəni, üzr istəyirəm, 9 yaşında həmən o xanımlar, yəni ailə qurmaq iqtidarındadır. Yəni keçmişdə belə idi. Hətta xanım Fatimə Zəhra salamullah əleyha, yəni peyğəmbərin qızı elə 9 yaşında Həzrət Əli əleyhissalamı Yox, mən razılaşmıram. Ay kişi bir dəqiqə Yox, ərəb tarixində 18 yaşında gedib Həzrəti Fatimə. Bir dəqiqə. Bütün bir ərəb tarixində yamaqdır. Farsın tarixi. Bəli. Əli müəllim, mən 8-9 yaşında heç kim qızın ərə verməyib. Mən demirəm ki, bu günləri 9 yaşında. Hacı bəy. Çünki ərəb tarixini bilən adam, oxuyan adam bilir ki... İbrahim bəy, siz danışın. İstəmirəm onların adını çəkilir, onların üstündə qırğına çıxmışam. Bütün din xalqı. Əli bəy. Olmaz. Xahiş edirəm. Əli bəy, xahiş edirəm. Yəni bu bizim verilişimizin müzakirə mövzusu deyil. Bizim müzakirəmiz bu hal-hazırda Nərminədir. Nərminə ilə bağlı fikirlərinizi deyin, xahiş edirəm. Əvvəla,
əvvəla bir qadın ümumiyyətlə hətta kəbini olmasa da, yəni dini baxımdan kəbini olmasa, zaksı varsa, yəni dövlət zaksı varsa, boşanmadan ərə gedə bilməz. Yəni ikinci kişi ilə ailə qura bilməz. Gərək boşansın, çünki el arasında bilirlər ki, bu qadın bu kişinin arvadıdır. Ondan sonra 3 ay 10 gün iddə gözləməlidir. Yəni 3 ay 10 gün müddətində zaksdan boşanandan sonra 3 ay 10 gündən sonra hər hansı bir insanla ailə qura bilər. Yəni ixtiyar sahibidir. 3 ay 10 gündən sonra. Əgər bax indiki vəziyyətdə 9 yaşında olan, əgər bu xanım ərə getməsəydi, başqa bir kişiyə ərə getməsəydi, o ilə ailə qurmasaydı, onda mən elə üzümü tutardım ki, onların həqiqi valideyninə, o qızın həqiqi valideynlərinə deyərdim ki, onu körpəlikdən vermişsinizsə buna, elə Allaha xatır qoy qalsın bunda. Amma indi deyə bilmirsin. Bəli, indi mən deyə bilmirəm. Niyə görə deyə bilmirəm? Çünki şərii baxımdan... Mən başa düşdüm. Mən burada bir məqam var. Siz şəriətin hökmünü deyirəm. Yox, bu aydındır şəriətin hökmünü. Mən ona görə bunu getirmək istəyirəm. Xahiş edirəm, mənə də icazə verin. Evdə olduğuna görə... Bəs 9 il bu xanım onu analıq edib, saxlayıb, onun hüquqları pozuluraq olmaz. Mən sizə bir şey... Özdə qız... Buna əsas tutaraq. Bəli. İndi keçək bizim qanunlara. Qanunun baxımdan başqa. Uşaq 10 yaşına qədər, onlar tələb edirlər də, 10 yaşına qədər uşaqdan soruşan yoxdur. 10 yaşına qədər uşaq veriləcək həqiqi ata-anasına. Nəyə görə? 10 yaşından sonra qanun belədir. 10 yaşından sonra uşaq 10 yaşından sonra bu iddia qaldırsa, bir ildən sonra və uşaq fikrində qalsa ki, mən səni istəyirəm, onda gələ bilər bu. Axan müəllim, buna mən bir əlavə edirəm. Bəs bu uşağı 15 günündə, hələ uşaq 15 günlük götürüb analığın da adın yazdırıb rəsmi dövlət sənədinə, o uşağı 9 il qoynunda bəsləyib, ana kimi saxlayıb. Bəs bunun hüquqları necə olsun? Mən sənə bir dənə söz deyim, yaxşılığı elə at dəryaya. Yo. Bu başqa məqamdır. Bir adama yaxşılıq eləmə, əvəzində Axı bu uşaq da mehrin anasını Mən bir saniyə, mən Əli bəylə haradasa razıyam bu fikri ilə. Yaxşılıq eləyib, saxlayıb, çox sağ ol. Necə, bu muxşuydu cəmaata. Bəs mənim ömrümü kim qaytaracaq? Necə bəs çox alsın? Nə danışırsınız? Siz elə hər yaxşılığı aşağı Qızıl sənədində ana kimi bu xanımın adı yazılır. Yo, belə də olmaz. Əvəzsiz eləyər. Axan müəllim. Düzgün deyil. Yo, mən düzgün. Axan müəllim. Kiminsə evini təmizləmir, təmir eləmir, Axan müəllim. Baş onda verməkdi də uşağı da 10 günlüyünə niyə verdi ona? Atası anası. Özü istəyib də. Özü istəyib, özü də rəsmi dövlət tərəfindən qəbul olunub ki, bunun bütün şəhadətnamə yazılsın bu xanımın adı. 9 ildə analıq eləyib. Əli bəy, Niyə görə qaytarmalıdır onu? Qanunla uşaq sizin uşağınızdır. Metrikası məndir. Yəni sizin anası sizsiniz də. İndi onu İkinci metrika çıxardıblar. kim çıxardı? Qaynım çıxardı. İxtiyarı yoxdur, o saxta sayılır. Xeyr, həmin həkim verdilər prokuraturaya. Dilarə Novruzova doğrudanmı evladını həyat yoldaşının evindən oğurlayıbmış? O əri Vagif öz övladına işgəncə veribmi? Vagifin evinə yollanan ümidvar komandası nələrə şahid oldu? Qonşuları niyə onun üzünə durdular? Dilarə doğrudanmı öz ərini 2 dəfə bıçaqlayıb? Birazdan. Bütün ərəb tarixi, ağa qəmbər, bütün ərəb tarixi 2 yer bölünür ki, Həzrət Ayşə, Həzrət Peyğəmbərə hansı yaşda gedir? Ərəb tarixinin yuxarı faizi deyir 17 yaşında, aşağı faizi 13 yaşında. Əli bəy, mən çox xahiş edirəm. Mən istəmirəm ki, burada hal-hazırda bizim verilişimizdə və bu meydanda hal-hazırda bizə dərdini danışan insanların yanında biz hansısa bir tarixi müzakirə etməkdən ötürü bura toplaşmamışıq və bunun mübahisəsinə də bura yığışmamışıq və bu mübahisəni bir daha mən burada eşitmək istəmirəm. Vəssalam. Buna nöqtə qoyuruq. Bu öz yerində. İkinci məsələ isə hal-hazırda xanımın dərdindən söhbət gedir. Ağam müəllim çox qəribə, soyuqqanlı və çox belə bilmirəm bu çıxışı hardan qaynaqlanıb bilir. Deyir ki, sanki siz danışdınız. Amma yaxşılıq etmək o demək deyil ki, insan insana uşağını verirsə, balasını verirsə. Bunu ki verdin. Yaxşı vermirsənsə, niyə qarşı tərəfin, Ağam müəllim, qarşı tərəfin elədiyini nəyə görə təmənnasız hesab etmirik və bu xanımın qarşı tərəfin uşağına baxmağını yaxşılıq kimi qəbul edirik. Əgər o yaxşılıq eləyibsə, o sussun. Qarşı tərəf bu 9 ildə dözmüşdür, 9 ildə bu yaxşılıq eləmişdirsə, 9 ildə bu yaxşılıq etmişdirsə, o zaman bu yaxşılığın ardınca düşməzdi və belə deməzdi. Hamı eşitdik, indi imkan verdik. Sizin etdiyiniz də biz eşitdik də, Ağam müəllim. 9 il saxlayıb. Bəli. Ərdə ola-ola. Bu adam
onlar da görüblər ki, bu ərdə ola. Bu neynəsən? Elə ömrü boyu boş oturardı belə. Boşanıydı gedəydi. 8 ildən sonra gedib də ərədə. Boşanıydı gedəydi ərə. Yox, o rəsmi... Onlar da indi deyirlər ki, yox, sənə başa düşə bilmirəm. Söhbət ondan getmir. Yəni, rəsmi evdə bu adam bayaq bir söz dedi. Qaldırırlar ki, sən o böyüdüb tərbiyə... Arxan müəllim, bayaq bu xanım bir söz dedi. Kimsə mənə pul vermirdi. Sən zina eləmişsən. Arxan müəllim, bayaq bu xanım bir söz dedi. Eşitdinizsə əgər, onun mahiyyətinə vardınızsa. Xanım dedi ki, qaynımla yoldaşı dedi ki, gərək rəsmən ərə getməzdin. Elə kimlə yaşayırdınsa yaşayırdın. Düzdür. Nə fərqi var o yaşadığıyla rəsmiləşdirəndə? Bu dedi, indicə dediyini deyir. Mən üzrüm, Axan müəllim. O sübut olunmaz sözlər ki, bu deyirdi. Bəlkə o elə demir. Axan müəllim, yer kürəsində bəşər övladlarının təxminən bir 30-40% başqa uşaq vaxtdan uşağı götürür, valideyn kimi rəsmi ona həmayədarlıq eləyir və onun övladına çevrilir. Onda bütün o 30-40% bütün insanları müəyyən yaşdan sonra gəlib o uşağı alsınlar onun əlinə ki, biz səhv eləmişik. Bu qanunla da rəsmiləşmişdi ki, bu necə ilə? Heç bir sızmıram ki, mən İkinci ərə getdiyinə görə birinci uşağını istəyir burada. rəsmi laf qaydasını rəsmi surətdə bu uşaq bunu övladını bu onun anasındadır. Dövlət sənədiylə. Buna xəbər göndəriblər ki, gərək rəsmən boşanıb ərə gedəydi. O uşağı bunun əlindən heç kim ala bilməz. Məhkəmədə... Mən çox üzr istəyirəm. Sənin indiki həyat yoldaşın, sənin qızına necə atalıq eləyir? Çox gözəl, hamı onun qızı bilir. Hamı onun qızı kimi Bəli. bilir. Yəni neçə ildir ki, neçə müddətdir ki, o qıza öz atalıq qayğısını göstərir? Elə bir ki, Zaksdan qabaq elə bir ki, 2008-in yanvar ayından. Neçə yaşı vardı onun uşağı? 3 yaşı vardı. 3 yaş 5 aylıq idi, 4 aylıq idi. 3 yaşından o uşağa atalıq eləyir. Bəli. Ta ki bugünə qədər. Bəli. 9 yaşına qədər. Yəni ata qayğısını göstərirmi ona? Bəli. Yəni bu qarant varmı ki, həmişə bu kişi bu uşağa bax öz balası Mənim kimi, yoldaşım doğma balası o kimi. uşağa görə bütün nəslini atıb. Məhz bu uşağa görə. Bəli. Sənin yoldaşının özünün həyat yoldaşı olubmu sənə qədər? Xeyr, subay olub. Subay olub. Bəli. Səndən balacadır? Xeyr, məndən yaşıdır. 71 təvəllüddür o. Yəni bax bu ikinci həyat yoldaşının Rəsmən övladlığı götürsün. Rəsmi bunun övladıdırsa dedim. Kişinin də elə övladı sayılır. Vermirlər axı. Nərminəm. Deyirəm, əmi desin ona. Bax, birinci yoldaşın nəslin atmışdı sənə görə mi deyək? Atmamışdı, xeyr. Atmamışdı, hə? Mən qalmışdım küçədə. Sən küçədə qalmışdın. Bəli. Yəni nəslindən uzaq düşmüşdü da, yenidən qayıtdı öz nəslinin kökünün yanına. Bax, deyirsən, qardaşı ilə danışmırdı, getdi, barışdı. İndi nə qarant var ki, bax, indiki həyat yoldaşın da sabahlarım sənin yanında qalacaqdı. Hələ sən ikinci uşağı, sənin elə hələ öz dərdin böyükdür. Birinci uşağı rəsmiləşdirməmsən, onun problemi buradan gəlib üstünə. İkinci uşağının metrikasının, doğum haqqında şəhadətnaməsini hələ almamısan. 2 yaşında olan uşağın hələ doğum haqqında şəhadətnaməsi yoxdur. Sən hara baxırsan? Qarantı deyim mi sizə nə qarantdır? Mənim o bir yoldaşım mənə bir dənə o vaxt çörəyə 1500 manat idi, bir Məmməd, bir Nizam idi. Onu alıb gətirməmişdi mənim üçün. Amma mənim yoldaşım indi 2 uşaq saxlayır evdə. Yəni sənin yoldaşın hala indiki yoldaşın. Mən yoldaşıma 2008-in yanvar ayı 29-dan kəbin olmuşam Cəllabadda. O gündən mən küçəyə bayra çıxmamışam, bir dənə çörək də almamışam. Aydındır, qulaq as. İndi ikinci həyat yoldaşın öz nəsli ilə, kökü ilə münasibəti nətərdir? Nəsli kökü belədir ki, bir qardaşıdır. İstəmirdi ki, evlənmiş, boşanmış qadınla evlənsin. Aha. O da ondan dedi ki, çıxıram evdən vəssalam. Bəs anası atası var? Allah rəhmətinə gediblər. Bacıları var? Bacısı olmayıbdı, 2 qardaş olublar. Aha, 2 qardaş olub. Bəli. O qardaşı bundan böyükdür? Kiçikdir 2 yaş ondan. Evlidir mi o, yoxsa yox? Evlənib 2 uşağı var, təzəlikcən evlənib. Aha, yəni 2 qardaş bir-biri ilə danışmır hal-hazırda. Danışmırlar. Məhz sənə görə. Sənə görə? Ha da buna görədir. Və salam. Babək bəy, bayaqdan qulaq asırsınız. Diqqət eləyirsinizsə, xanım bayaqdan söhbət eləyir və o istifadə elədiyi, təkrarladığı kəlmə ondan ibarətdir ki, o insanlar bir çörək də almadılar, ailəsinə baxmadılar maddi durumda bu xanım, bu nə deməkdir? Bu xanımın sevgi dili hizmət eləməkdir, yəni xidmət eləməkdir. İnsanlar əgər öz sevgilərini bildirmək istəyirlərsə, mütləq xidmət eləməlidirlər. Ailə içində bu bunun üçün çox önəmlidir. İkinci bir tərəfdən üzr istəyirəm. İkinci bir tərəfdən onu demək istəyirəm ki, bu keçmişdə olanlar oldu. Bayaq siz özünüz də vurğuladınız, Zaur bəy də dedi. Yəni,
Biz bunlar niyə baş verdi deməklə biz hansı suallara cavab tapırıq? Ancaq bəhanələr tapa bilirik. Amma bu vəziyyəti necə düzəldə bilərik kimi fokuslanarıqsa məsələyə, hamımız burada beyin fırtınası eləyib, bu iş insan üçün bir faydalı bir iş görək. Biz xəbərlərdən sonra Günel Bəhram qızının təqdimatında xəbərli olacaq. Xəbərlərdən dərhal sonra isə biz nəyəsə fokuslana biləcəyik hər halda düşünürəm. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Axşamınız xeyir. Azad Azərbaycandan ATV xəbərin saat 18 olan buraxılışını təqdim edirik. Studiyada Günel Bəhram qızıdır. Əvvəlcə saatın əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Azərbaycanın Təbrizdəki baş konsulluğu 2 Azərbaycan vətəndaşının saxlanması ilə bağlı İrana nota verdi. Türkiyə-Suriya sərhəddi yenə alovlandı. 7 Türkiyə vətəndaşı yaralandı. Somalidə son 2 ildə 260 min insan aclıqdan ölüb. BMT-nin son məruzəsi dünyanı şoka saldı. İyunun əvvəlindən etibarən rayonlarda Asan Xidmət Mərkəzinin səyyar xidmətləri təşkil olunacaq. Və daha ətraflı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudun etimadnaməsini qəbul edib. Əməkdaşlığın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın vacibliyini bildirib. Ölkələrin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmli qeyd edən dövlət başçısı güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib. Fövqəladə və səlahiyyətli səfir İkramullah Məhsud ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev BP şirkətinin prezidenti Robert Dədlini qəbul edib. Görüşdə Azərbaycanla BP şirkəti arasında uzun müddətli uğurlu inkişafın mövcud olduğu bildirilərək əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə olunub. BP şirkətinin prezidenti Robert Dədli Azəri-Çıraq Günəşli Yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib. Söhbət zamanı Şahdəniz yatağında işlərinin uğurla həyata keçirildiyi vurğulanıb. Əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan İrana nota verib. Xarici İşlər Nazirliyindən ATV xəbərə verilən məlumata əsasən bugün Azərbaycanın Təbrizdəki baş konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşlarının saxlanması ilə bağlı nota təqdim edib. Notanın detalları açıqlanmır. İran tərəfi 2 Azərbaycandaşının saxlanması ilə bağlı məlumatı təsdiqləyir. Azərbaycanın Təbrizdəki konsulluğunun vitse-konsulu Nəriman Orucəliyevin ATV xəbərə verdiyi məlumatlara əsasən İranın müvafiq orqanları 2 Azərbaycan vətəndaşını saxlaması faktını şifahi şəkildə təsdiqləyib. Lakin hələ ki onların konkret kimliyi, saxlanma səbəbləri və harda saxlanması barədə məlumat verilmir. Konsulluq hazırda bu məsələləri araşdırmaqla məşğuldur. Və qeyd edək ki, İranın kütləvi informasiya vasitələri Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin və onun köməkçisinin İran İnformasiya Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanması ilə bağlı məlumat yayıb. Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə işlər planlaşdırılan qrafik üzrə gedir. İşlərin cari ilin sonuna tamamlanacağını deyən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Arif Əskərov Bakı Böyükəsik ərazisindəki yollarda qatarların sürət həddinin artırılacağını da qeyd edir. Bakı-Tiflis-Qars dəmir yol xətti deməli qrafik üzrə işlər aparılıbdır. 2013-cü ildə büdcə Azərbaycan tərəfindən təsdiq olunubdur. Yəni hansı biz qrafiki planlaşdırmışıqsa o qrafik üzrə gedirik biz. 2013-cü ilin axırlarında işlərin yekunlaşması planlaşdırılır. Sürətli qatar dedikdə biz deməli hansı ki planlaşdırırıq Bakı Böyükəsik ərazisindəki bu yolların reabilitasiyasından, yəni bugünkü gün saatda 140 kilometrə hesablanır. Bəs bu dəqiqələrdə
avtomobil nəqliyyatının hərəkət etdiyi yollarımızda vəziyyət necədir və ən son vəziyyəti öyrənmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bağlanırıq. Bizimlə birbaşa bağlantıda xidmətin əməkdaşları olmalıdır. Biz bağlantını yaratmağa çalışırıq. Aytən. Salam. Buyurun, xoş gördük sizi. Söz sizdədir. Sağ olun. Çox sağ olun. Hal-hazırda yollardakı vəziyyət haqqında məlumatı əldə etmək üçün monitorlara nəzər salaq. Və ilk məlumatımız Yasamal rayonu Moskva prospektindəndir. Moskva prospekti avtovağzalın qarşısından mərkəz istiqamətində və eləcə də Sumqayıt şəhər istiqamətində gördüyünüz kimi nəqliyyat vasitələri normal şəkildə öz hərəkətlərini davam etdirirlər. Digər məlumatımız Xətai rayonu Babək prospektindəndir. Babək prospekti 8-ci kilometr istiqamətində, eləcə də mərkəz istiqamətində burada da gördüyünüz kimi nəqliyyat vasitələri sərbəst şəkildə öz hərəkətlərini davam etdirirlər. Digər növbəti məlumatımız Yasamal rayonu Tbilisi və İzmir küçələrinin kəsməsi Tbilisi küçəsi Həsən Əliyev küçəsi ilə kəşməsinə qədər və eləcə də 20 yanvar istiqamətində sıxlıq müşahidə olunur avtomobillərin hərəkətində, lakin əks istiqamətdə isə avtomobillər normal hərəkət edirlər. Növbəti məlumatımız Səbail rayonu Bülbül prospektindəndir. Sahil metrosunun qarşısından burada sıxlıq müşahidə olunur nəqliyyat vasitələrinin hərəkətində və bu dəqiqələr üçün sonuncu məlumatımız Nəsimi rayonu Bakıxanov küçəsindəndir. Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində burada da sıxlıq müşahidə olunur nəqliyyat vasitələrinin hərəkətində, lakin İzmir parkı istiqamətində isə nəqliyyat vasitələri sərbəst şəkildə özlərini davam etdirirlər. Günel, bizdən bugünlük bu qədər. Sağ olun. Təşəkkür edirik Aytən. Biz davam edirik xarici xəbərlərimizlə. Türkiyə-Suriya sərhədində silahlı insident baş verib. Ölkələrindəki vətəndaş müharibəsindən qaçan Suriyalılar Türkiyəyə sığınmağa çalışsa da Ağcaqala sərhəd keçid məntəqəsindəki Türkiyəli əskərlər onların ölkəyə daxil olmasına icazə vermir və bu vaxt silaha sarılan Suriyalılar ətrafdakıları atəş açıblar. Nəticədə hamısı Türkiyə vətəndaşı olmaqla 3 polis, 2 əskər, 2 mülki vətəndaş yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaşanan gərginliyə görə əraziyə xeyli sayda əskər cəlb olunub. Türkiyə ordusu keçid məntəqəsinin ətrafında barikadalar qurub. Somalidə isə son 2 ildə 260 mindən çox insan acılıqdan dünyasını dəyişib. Həlak olanların yarısı yaşı 5-ə qədər olan uşaqlardır. Bu barədə məlumat verən BMT-nin Qida Agentliyi ölkədə müşahidə olunan acılığın Somalini fəlakətə sürüklədiyini irəli sürüb. Mütəxəssislər Somalinin son 25 ilin ən şiddətli acılığı ilə mübarizə apardığını deyir. 1992-ci ildə içməyə suyun belə tapılmadığı ölkədə 220 min insan o vaxt həlak olmuşdu və qeyd edək ki, əslində dünya ictimaiyyəti Somaliya humanitar yardım göstərməyə çalışır. Ancaq ölkənin əsas bölgələrinin nəzarəti əllərində saxlayan Əş-Şab üsyançıları xarici humanitar yardım könüllülərinə hücum edərək yardımın insanlara paylanmasına imkan vermir. Yaxın bir neçə ay ərzində Yasamal rayonunda 3-cü Asan Xidmət Mərkəzinin açılması və Bakı şəhərinin bütün əhalisi Asan Xidmət Mərkəzlərində təmsil olunan dövlət orqanlarının göstərdiyi xidmətlərdən tam istifadə edə biləcək. Bu barədə Prezident yanında vətəndaşlara xidmət üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib. Sədr qeyd edib ki, bu il ərzində Sumqayıt və Gəncə şəhərlərində də Asan Xidmət Mərkəzlərinin açılması nəzərdə tutulur. Bundan əlavə Azərbaycanın rayonlarında iyunun əvvəlindən etibarən Asan Xidmət Mərkəzinin səyyar xidmətləri təşkil olunacaq. Xidmətlər yeni avtobuslardan istifadə olunmaqla həyata keçiriləcək. Vətəndaşlar 9 dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətindən istifadə edə biləcəklər. Hansı rayonlardakı, ərazilərdəki bu il ərzində Asan Xidmət Mərkəzi açılmayacaqdır. Həmin rayonlarda deməli xüsusi təhciz edilmiş avtobuslar vasitəsilə Azərbaycan Respublikasının Azərbaycanın rayonlarına, regionlarında səyyar xidmət göstərəcəkdir. İyun ayından etibarən. Prezident yanında kütləvi informasiya vasitələrinə dəstək fondu, Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Ümumdünya Mətbuat Azadlığı gününə həsr olunan seminar çərçivəsində Azərbaycan media məkanı mövcuddur. Perspektiv vəzifələr mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı gününün tarixi barədə məlumat verib, bildirib ki, bugün ölkədə baş verən bütün hadisələr ictimaiyyətə çatdırılır və buna heç bir məhdudiyyət qoyulmur. Prezident Administrasiyasının İctimai Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsanov isə çıxış zamanı bildirib ki, ölkədə senzuranın ümumilli lider Heydər Əliyev tərəfindən ləğv olunması Azərbaycan mediasının gələcək inkişafının əsasını qoyub.
Azərbaycanda media azadlığını təmin etmək siyasətini, siyasi pluralizmi Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas prioritet vəzifəsi kimi ortaya qoymuşdur. Heç bir jurnalist bugün barmağını qatlaya bilməz ki, o istədiyi hadisə haqqında, istədiyi informasiyanı toplamaq və yaymaq imkanından məhrumdur. Bunu heç kim iddia edə bilməz. Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən bütün insanlar bu fəaliyyətlə məşğul ola bilər. İstənilən hadisə barədə jurnalistlər azad informasiya toplayıb onu yaya bilər. Onun yayması yolunda heç bir senzuriya rastlaşmayacaq və o informasiya yayılandan sonra da o insanlara qarşı heç bir qeyri-qanuni tədbir görülməyəcək. Görüləcəksə, o qeyri-qanuni tədbir görənlər qarşısında dövləti görəcək. Mədəniyyət və Turizm Nazirliyində Prezidentin sərəncamı ilə təltif olunan bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub. Nazir Əbülfəz Qarayev mükafatla təltif olunan incəsənət xadimlərinin sayının hər il artdığını deyib. Daha sonra heykəltəraş, xalq rəssamı Tokay Məmmədov, xalq artisti, bəstəkar Musa Mirzəyev, xalq artisti Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin dirijoru Rauf Abdullayev və Şərəf ordenləri, xalq artisti Qabo ustası Kamil Cəlilova isə Şöhrət ordeni təqdim olunub. Son illər müddətində çoxlu insanlar çoxlu mükafatlarına layiq görüldü və sözsüz ki, onların yaradıcılığında çox böyük bir ruh yüksəkliyi formalaşdırdı ki, bu yeni əsərlər, yeni layihələr gerçəkləşə bildi. Ulu Öndərin ad günün ərəfəsində məhz bu ağsaqqal yəni xadimlərin təbəqəsini təmsil edən 4 tanınmış xadimin mükafatlandırılması çox məntiqə uyğundur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Arif Əskərov Ulu Öndərin Polad magistralının inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırdığını bildirib. Yubileydə çıxışlar zamanı 1980-ci ildə ümummilli liderin şəxsi təklifi nəticəsində Şirvan çeşidlənmə stansiyasının tikintisi və uzunluğu 160 km olan Yevlax-Balakən dəmir yolu xəttinin çəkilişi qeyd olunub. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesinin hazırda Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparıldığı qeyd olunub. Bu saatda sizə çatdıracağımız xəbərlər bunlardır. Qısa fasilədən sonra efirimizi Zaur Baxşəliyevin təqdimatında ümidvar davam etdirəcək. Mən sizinlə sağollaşıram. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm. Kredit almaq üçün iş yerindən arayış almaq, xeyli zaman itirib, münasib bank tapmaq və zaminin olması lazımdır. Ya da bank texnik müştərisi olub, bir toxunuşla 3w.banktexnik.az saytından kredit almaq imkanı əldə edirsiniz. Bank Texnik, gələcəyə toxun. Yeni Lafarella, yeni reseptura. De yalnız sert buğda. Artık çeki ve kalori. Düşünmeye değmez. Lafarella. Zəriflik onunla. İndi Cin Class və Gold abunəçiləri tarifdən asılı olmayaraq Baksel'in yeni vahid ödəmə kartından istifadə edərək balanslarını asanlıqla artıra bilərlər. Baksel, Ulduzlar Liqasına qoşulun. Bilirsiniz ki, həzm prosesi üçün mədə-altı vəz fermentləri olduqca vacibdir. Yeməkdən sonra köp, qarnınızda ağrı hiss edirsinizsə, buna səbəb ferment çatışmazlığı ola bilər. Bu isə öz növbəsində həzmin pozulmasına aparır. Krion 10.000 xüsusi olaraq mədə-altı vəz fermentlərinin çatışmazlığını kompensasiya etmək üçün hazırlanıb. Həzm fermentlərinin çatışmazlığı Krion 10.000. Həzm problemlərinin ekspert həlli. Mən Twix'in sağ çubuğunu sənət əsəri kimi yaratmışam. Təsəvvür edin kövrək peçenye, qatı karamel və üstündən südlü şokolad. Sol çubuq bunu heç yuxusunda da görməyib. Twix hər ikisinin dadına bax və kimin tərəfində olduğunu seç.
İdmanda hər bir nəticə mümkündür. Topazda isə möhtəşəm nəticələr də mümkündür. Məsələn, Topazda mərc edən 2 idman sevərin hər biri 250 min manat qazanıb. İndi top səndə. Leziz yumuşaq biskvit, biraz limon siyadrası, üzerine kaymak buludu, biraz möcüzəvi toxunuş və dadı damaqda qalacaq kesmik. Bax belə, limonlu pirog hazırdır. Ən sevdiyiniz insanlarla bölüşəcəyiniz Cuda kolleksiyası. Limonlu pirog və evlan 1, Viyana vaflisi və ya zencefilli pryanik. Yeni Cuda kolleksiya. Əhvalına görə seç. Mühüm məqamları sadə yolla çatdırıram. Ən yaxşısını seçə bilirəm. Hər zaman ən uyğun olanı tapıram. Gözümdən heç nə qaçmaz. Yeni Klas. İndi XL paketində sadəcə 10 manata. Ölkə daxili 250 dəqiqə, 250 SMS, 250 megabayt internet. Özünüzə uyğun Klas paketini seçin. Onlar kimi. Baksel, Ulduzlar Ligasına qoşulun. What's up, Baku? This is David Guetta, and I'll be with you for the first time on the 5th of May. Günün olaylarını xəbərə çevirəcəm. 2-3 dəqiqə vaxtınızı alıb, günün baş xəbərini özümə uyğun tərzdə çözəcəm. Kanalı dəyişməyin. Kanal sizi dəyişib, xəbərimiz yoxdur. Günün aktual problemi ATV Aktual'da. Sürüşmə zonalarında son durum, aparılan yoxlamalar nə göstərir? Sürüşmə ərazilərinin sayını 220-yə hansı səbəblər çatdırıb? Bəs hansı ərazilərdə sürüşmə gözlənilir? Mübahisəli məqamlar mən Aysən Əhmədovanın təqdimatında saat 21:40-da aktuallaşacaq. Sözün düzü, sözün gücü, sözün özü. Burada hər kəs olduğu kimi görünəcək. Sözümüz də sözdür. Haqlının yanında, haqsızın qarşısında. Həftə sonu ən baxımlı Kanal ATV-də Etibar Hüseynovun təqdimatında Statın sonu. Nə baş verir? Gündəmdə nələr var? Hadisələr necə cəryan edir? Bütün bunları danışaraq çözəcəyik. Söhbətimiz çətin olsa da düşünürəm ki, alınacaq. Gündəmin çətin söhbəti burada olacaq. ATV gündəmdə. Mən Xoşgədəm Hidayət qızının təqdimatında. Hər şəmbə 21:00-da məni burada gözləyin. Məni bıçaqlayıbdır. Gəlib darvazanı sındırıb, gəlib uşağı qoyub taksiyə uşağı oğruyub aparıb. Neçə aydır mən o uşaqların üzünü görmürəm. Yaxşı ki, öz anonsumuz ortaya girdi və biz öz anonsumuzla başladıq sizlə bərabər əziz tamaşaçılar. Və təbii ki, anonsdan da gördünüz ki, qarşı tərəflər bir-birlərinə hansı ittihamlar eləyir. Söhbət Dilarədən və onun həyat yoldaşı, keçmiş həyat yoldaşı Vaqifdən söhbət gedir. Birazdan ətraflı, o hətta bugün bura öz həyat yoldaşı ilə gəlib, indiki həyat yoldaşı ilə gəlib və ətraflı bu haqda danışacaq, söhbət açacaq sizə. Amma bayaq Babək bəyin məhz Nərminə xanım məsələsində dediyi bir fikrə mən doğrudan da bəraət qazandırmağa, yəni haqq qazandırmağa çalışıram ki, həqiqətən də məsələ başqadır. Yəni bu xanımın həyatında, keçmişdə
keçmişlər və olanları təkrarlamaq üçün, təkrar bizə danışmaq üçün deyil də və övladı ilə bağlı, hal-hazırda onun əlindən alınan uşağı ilə bağlı bizə müraciət edib ki, hal-hazırda uşağı məndən alırlar, mənə köməklik göstərin. Nə köməklik eləyə biləriksə o haqda danışaq. Və hal-hazırda mən sizə başqa sahədə köməklik eləmək istəyirəm. Bu nədir? Bu Feminadır. Femina gözəlliyin ünvanıdır. Siz Femina'ya gedib, Femina'dan çox gözəl, dəyərli, ən maraqlı və çox şık kürkləri əldə edə bilərsiniz və bununla da siz hamıdan fərqli və gözəl görünəcəksiniz. Çünki Femina özü də digər xəzləri mağazalarından fərqli olaraq, bir qaleriya olaraq ölkə xaricində olan və digər inkişaf etmiş ölkələrdən ən öndə gedən brendləri Femina'ya gətirir və oranın rəhbərliyindən söhbət gedir və hal-hazırda oradakı xidmət hələ heç bir xəzləri mağazasında yoxdur və olmayıb və ola da bilməz. Ona görə də sizə məsləhət görürük ki, 35%-dən 55%-ə qədər olan endirimlərdən də istifadə edəsiniz. Bu böyük bir fürsətdir sizin üçün və eyni zamanda səhər saat 8-dən axşam saat 18:00-a qədər Femina çalışır. Yəni təxminən bir 20 dəqiqə bundan öncə bağlanıb demək olar ki, yəni 18:00-a qədər çalışır. Həftənin bütün günləri, ilin bütün fəsillərində Femina sizin ixtiyarınızdadır. 012 511 69 57 və 050 338 38 Nərgiz Klinikasına dərin təşəkkürümü bildirirəm. Nərgiz Klinikasında mayın 1-dən 4-ünə qədər İrandan dəvət olunan Almaniyada təhsil almış yüksək ixtisaslı ginekoloq Firuddin Qəməri sonsuzluq boruların bağlılığı, kista, miyoma, fibroma kimi problemi olan xanımlarımızı müayinə və müalicə eləyəcək. Burada mayın yenə də 1-dən 4-ünə qədər Almaniyada təhsil alan yüksək ixtisaslı İrandan dəvət olunan professor, ortoped, travmatoloq Həbib Səmin Oynaq Onurğa anadan gəlmə və sonradan qazanılmış sümük qüsurlarını, əl-ayaq ərliklərini, həmçinin topuq və bel sümüyünün zədə və ərliklərini müalicə eləyəcək. Nərgiz Klinikasında Məlahət xanımın 2 möhtəşəm ixtirası var. Bu ixtiralardan biri mədə-bağırsaq yolunda sorulmanın pozulması ilə müşayiət olunan xəstəliklərə, mədə, mədə-altı bəzi, qaraciyər və öd yolları, nazik bağırsaq, limfa sistemi xəstəlikləri, eləcə də neyroendokrin şişlər, bəzi ürək-damar xəstəlikləri, daxili orqanların yaranan problemlərdə effektiv müalicə üçün istifadə olunan qastrofita yağıdır. Digəri isə saç köklərini bərkidən, yeni saçların əmələ gəlməsinə çox böyük təkan verən, hətta bundan çox böyük məşhurlarımız da artıq istifadə eləyiblər və onlar da bir gün inşallah bura qismət olsa mən onları dəvət eləsəm və özlərindən soruşacaqsınız. Nərgiz balzamı deyilən saç əmələ gətirən və saç köklərini bərkədən bir yağ istehsal eləyibdir. Bu çox möhtəşəmdir. Kim bundan istifadə eləyirsə həmən nəticəsini görür, həmən. 012 541, bəli, mən doğrudan müəllim gətirərəm sizin üçün də həqiqətən, yəni çox yaxın insanlar var. Mənə vermişdi. Onlar satışa çıxmayıb indi hal-hazırda, amma mən onu gətirərəm, Nərgiz balzamı. Siz baxarsınız ki, o necə sizə kömək eləyəcək. Mütləq gətirəcəm ondan sizə. Bizim burada rejissor otağı ilə söhbətimiz gedir. Bunun saidəti yoxdur. 012 541 70 70 012 541 72 72 və 050 055 mobil operatoru ilə 319 81 22 və mən Pasta del Capitano'ya dərin təşəkkürümü bildirmək istəyirəm. İtaliyanın fəxri sayılan Pasta del Capitano İtaliyanın ən məşhur və nüfuzlu brendlərindən biridir. Pasta del Capitano Ox Aktiv. Bax, bu diş ağardıcı pastaların ən son nəslidir. Ən effektiv ağardıcı təsirə malikdir. Aktiv oksigen diş ərpini 99% yox eləyir və 12 saat ərzində öz effektivliyini qoruyub saxlayır. A, C, Y vitaminli, vitamin kompleksli və bitki ekstratlı zənginləşdirilən universal diş pastası. Dişlərin və damağın qocalmasını qarşısını alır və xəstəliklərdən qoruyur. Natural Herbals, bax gördüyünüz bu pastadır. Natural Herbals diş pastası təbii otların ekstratlarından hazırlanan gel əsaslı diş pastasıdır. Diş əti qanamasının qarşısını alır və diş xəstəliklərini müalicə eləyir. Pasta del Capitano uşaqlar üçün olan bax bu diş pastası. Dünyada analogu olmayan diş pastasıdır. Onların tərkibi triklozansız, parabensiz və konservanssızdır. Pasta del Capitano çiyələkli və qarışıq meyvəli diş pastaları 3 yaşından 6 yaşına qədər yumuşaq nanəli diş məcunu isə 6 yaşdan yuxarı olan uşaqlar üçün nəzərdə tutulub. Hər birinizə məsləhət görərdik. Mən özüm şəxsən Pasta del Capitano'dan başqa heç bir pastaya dişlərimə etibar eləmirəm. Çünki mənim dişlərimə heyfim gəlir. Çünki Pasta del Capitano onu yalnız qoruya bilər. Təşəkkürümü bildirirəm və hal-hazırda Elatusa dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Usta Yalçına təşəkkürümü bildirirəm. 055 493 99 99 Yalçın, çox sağ ol usta stilist və indi hal-hazırda qısa bir anonsumuz olacaq və bu qısa anonsdan sonra biz studiyamızda müzakirələrimizi hansı sujeti? Gəlin, aha.
Bəli. Və indi elə yeri gəlmişkən anonsdansa düşünərəm ki, Dilarə ilə onun həyat yoldaşı Vaqifin evinə getdik və orada çəkilişlərimiz oldu. Çəkilişlərimizdən nə nəticələrə gələ bildik, nə qənaətə gələ bildik, bax bu sujeti sizə təqdim edirik. Siz gəlin o girməsiniz. Məni bıçaqlayıbdı. Məni vurandan sonra burada 3 qardaşı, 2 qardaşının oğlanları, 2 dənə qardaşının deməli qızlarının əri, bir də qardaşının bir dənə qızı tökülüblər, talpa gəliblər mənə burada. O şimdi bir köşə qoyublar. Qapının armaturunu çıxardım, məni burada armaturla vurublar. Kafedə 3 sutka, 4 sutka mənə alladırdı. Dedi ki, işçi yoldaşım nəvəsinə toy eləyir, onun yerinə mən qalıram. Bir adam 3 sutka, gün yoxa 3 sutka, 4 sutka işləyə bilər, dincəlmədən yatmadan. Hansı ki, kafeye gecə işləmir. Gedmişəm, işçilər gəlməmiş. Kafeyin qabağına həmən bu gecə gəlməyəndə. Gelmişəm ora, zəng eləmişəm, hardasan üstümə qışqırıb ki, mən harda olmalıyam. Mən işimdiyəm. Nə varırsan? Xəmir yoğururam, gürcü xəndəli pişirməyə. Demişəm, çıx kafeyin qabağının düz qapısının ağzında. Çıx, səni başı uçaq, səni görüm oradasan. Ondan sonra çıxım gedim. Bu telefonda məni söyüb biabır eləyib ki, sən mənim işimə niyə gəlmirsən? İş yerimdə sən nə varırsan? Mən 20 yanvardayam. Çalışırdım ki, hansı kafeyə işləsəm, kafeyin yeri mənə demirdi. Mən bununla nətər dolanım. Gəlib darvazanı sındırıb, gəlib uşağı qoyub taksiyə uşağı oğurlayıb aparıb. Əvvəl qızı oğurladı, sonradan da oğlan oğurladı. Hansı ki, o oğlan məndə olmalıdır. Hansı qadın deyər ki, get ginən bir dənə də üzr istəyirəm, get bir dənə də arvad al gətir. Uşaqlara baxsın. Sən də işlə, mən də işləyim. Mən onları canımdan çox istəyirəm. Allaha and olsun, onlardan ötürü mən ağlayıram. Yorğanı başıma çəkirəm ki, yoldaşım görməsin. Neçə aydır mən o uşaqların üzünü görmürəm. Ürəyimi çıxardaram, verərəm onlardan ötəri. Yenə yalanlar, yenə iftiralar, yenə bilmirəm, yəni şübhələr, yenə və özdəki siz dəfələrlə bizim studiyamıza müraciət edəndə xanım, hətta olub ki, bizim əməkdaşlarımızla da çox kəskin, çox lazım olmayan tonda, səviyyədə, mən demirəm, əstəğfurullah, insansınız, əsəbləriniz ola bilər ki, dözməsin, amma ki, siz niyə bu qədər aqressivsiniz? Nədir səbəb? Bir dənə sizdən xahiş edirəm. Həyat yoldaşınız deyir ki, kafedə işləyirdi. Niyə demirdi harada işləyirsiniz? Mənim sualıma cavab verin, sonra öz dediklərinizi deyirsiniz. Niyə həyat yoldaşınıza demirdiniz ki, harada işləyirsiniz? Mən işləmişəm, o işləməyib. Mən bax, kafedə də işləmişəm, Qutabda da işləmişəm, Pexarnada da işləmişəm. Mən vaxt olub 10 gün... İşlədiyiniz yeri niyə demirdiniz həyat yoldaşınıza? İşlədiyim yeri o özü yaxşı bilirdi, yalan deyir. Özdə ki, o... Həmişə mənə şər atıb, mən onu 14 ildir, 15 ildir ona gedəndən o mənə işgəncə verib. Niyə dözürdünüz ki? Dözə bilmədim. Axır vaxtlar dözə bilmədim. Neçə ildən sonra dözəmədiniz? Elə 2 il, 3 il dözə bilmirəm. Bu qardaş, bu dayı, bu, bilmirəm, babasınız indi, yoxsa yox? Bu vətəndaş, bu baba, nəvələri də var. Yəni, deyir ki, siz onu armaturla döymüsünüz. Zavur bəy, mən onu nə vurmamışam. Qardaşı, gətirdiyi adamlar. Mən nə adamlarım döyməyib. Binəqədir... Siz bu kişidən indi nə istəyirsiniz? Mən o kişidən istəyirəm... Yəni, biz məhkəmə zalı deyilik, sən bunu eləməsən, yoxsa sən bunu eləməsən. Bu mənə maraqlı deyil. Sən bu kişidən nə istəyirsən? Ondan sonra mən o kişi böhtandır. Niyə görə böhtandır? O kişi, bax, bu şəkilləri görsən, hər dəfə məni alladıb gətirib. Bax, hər dəfə evdə mən bax, bu şəkillə, bax, belə vəziyyətdə qaçmışam, xəstəxanaya düşmüşəm. Kim eləyib ki sizi? Baba, bu kişi.
Və bunları nə əcəb çəkdirmişsiniz? Vermisiniz məhkəməyə? Məndən sonra o 7-ci arvaddır bu kişi. Siz deyirsiniz üçüncüsüz. Məndən sonra o 7-ci arvaddır. Bu kişi yalandır. Yox, siz deyirsiniz, siz Gedin neçənci mənim- həyat yoldaşısınız? Mən ikinci. Və siz ikincisizsə 2-dən sonra 3 gəlir, 7 gəlmir axı. Mən 7-ci arvaddır bu. Bu, sizə üzr istəyirəm, bağışlayın. Bu, açıqlamaq istəmirəm, amma mən açıqlayacağım. Nə var bu, ne? Mən sadəcə olaraq bilmək istəyirəm ki, siz nə istəyirsiniz bu Mən kişidən? o kişidən o istəyirəm ki, mənim evimdən çıxsın, mənim uşağımla. Sizin evinizdə o ev? Mənim evimdir, özüm tikmişəm. Öz adınızdadır? O kölədir, ev deyil, ev demək olmaz. Sizin adınızdadır o ev? Mənim adım adı, bələdiyyədən mənim adım adı. Bu xanımın da o ev? Uşaq da. Kimin adınadır? Evi Zaur müəllim, arvad yoxsa kişi tikər? Valla indi bu aləm qarşı bir-birinə. İndi tikmişəm. O da mənlə yaşayıb da, indi hardasa onun da zəhmət haqqı var. Mən Allahsız danışa bilmərəm. Aha. İndi bu mənə deyir ki, evim mən tək tikmişəm, mənimdir ev. O ev kimin adınadır? Sən çıx get. Kimin adınadır o ev? Bələdiyyədə mənim adımadır. Bəs o deyir mənim adıma? Ola bilsin Sənəd ki, var mı? Gedib şeyli, bütün Qanunsuz evdir. Zaur müəllim. Qanuni tikili deyil. Qanunsuz ev deyil, o torpaqda mən götürmüşəm, onun xəbəri yoxdur. Nə tərəfə götürmüşəm? 14 ildir bir əynimizin paltarı ilə gəlmişik Bakıya. Gəlmişik. Bu kişi ilə? Bu kişi ilə gəlmişik Bakıya. Hardan gəlmişsiniz? Ağsudan. Ağsudan gəlmişsiniz Bakıya. Gəlmişik Bakıya, gəlmişik 7 il kvartira qalmışıq. 7 ildən sonra o evi mən torpağı götürmüşəm. O evi Niyə mən... bu kişi işləmirdi? Yox, o kişi mən ona gələndən Ölmüşdüm. Mən sizin bəs birinci həyat yoldaşınız necə? O sağdır. Onun Zaur müəllim bu işə dəxli yoxdur. Hə, yoxdur, yox, onu bilirəm. Amma Yəni ona mən yenə uşaqlarım da gəlirlər də, gedirlər də. Bu kişi özü açıqlamaq istəmirsə, siz onun birinci həyat yoldaşı haqqında nə açıqlama vermək istəyirsiniz? Dəxli yoxdur. Onu yatır. Onu yatır. Nəyin üstündə yatır? Nəyə görə? Bu adam. Niyə gedirdin belə bir insana? Bilməmişəm. Nəyi bilməmisən? Bilməmişsən, sən qardaşın Bilməmişəm. əlindən tutdu, maşına mindirdi, dedi götür apar. Sən qardaşın. Çəkdi qırağa dedi, bu adam belədir. Bunun yoldaşı olur. Sən bunu ilə dolanarsan, sizin həyat yoldaşınız olmuşdu birinci həyat. Zaur müəllim, bunun qardaşı, bunun əlindən tutub maşına mindirən qardaşı, mənim qardaşımla, balaca qardaşımla bacanaq idilər. Aha. Bu hər şeydə bilirdi. Bilirdi mən yoldaşımdan ayrılmışam. Necə sənin qardaşınla qardaşı bacanaqdır, sən bilmirsən ki, bacanağın... Hansı ki, özü xəbər gör. Mənim qardaşımın oğlu vardı, 12 yaşında. O xalası gilə getmişdi. Neçə yaş balacadır sizdən? Hardasa bir 12, 13, nəm 15, belə də Neçə yaşınız var sizin? Mən 54 təvəllüdəm. 60 yaş var da, hardasa. 59 Hələ yaşınız. yox, olacaq. 59 yaşınız, sizin neçə yaşınız var? Savadım yoxdur, Zaur müəllim. Necə? Mən savadım yoxdur. Yaşınızı bilmirsiniz? Yox, nə yaşımı bilirəm, nə ayın tarixini bilirəm. Mən yalandan durub bu boyda əhalinin qabağında... Anam, Nə var, arvadı var, alıb başqası. Mən bədbaxt eləyim. Siz bilmirsiniz, siz neçənci ildə anadan olmuşsunuz? Bilmirəm. Zaur müəllim. Xoşbəxtdir. Mən sizə deyim, bilin, bu bəlkə də sizin üçün çox xoş xəbər olacaq. Bu sizin üçün bəlkə də çox sevindirici bir xəbər olacaq. Siz 17-ci ay 1969-cu ildə dünyaya gəlmisiniz. Bugündən sonra yadınızdan çıxartmayın bunu, yaxşı? 1969-cu ildə. Bu kişidən isə 13 yaş balacaqsınız. Bax, bu informasiyanı mən sizə verdim. Harada soruşsalar, bilin ki, 69-cu ildə anadan olmuşsunuz. İnsanı bu qədər dələ salmaq olmaz da, mən neçənci ildə anadan olmuşam, mənim xəbərim yoxdur. Belə şey mi olar? Zaur, əsəbləşmə də, xahiş edirəm. Yox, siz kimə, belə deyək də, bu papuç tikmək deyilən bir söz var Türklərdə, bunu Azərbaycan... Amma siz bilmirsiniz, siz necə bilmirsiniz ki, siz neçənci ildə anadan olmuşsunuz? Siz neçə gündür burada o hüquq konstitusiyanın, cinayət prosessual məcəlləsinin maddələrindən danışırsınız. A bəndi, B bəndi, səni döyən kimi şəkil çəkdirirsən tarixinə qədər. Və sən deyirsən ki, hal-hazırda mən doğum günümü, doğum tariximi bilmirəm. Buna lazım olan nömrələri... Bunları siz yazmışsınız?
Nömrələri lazım olan nömrələri bəs necə yazırsınız? Telefonda zəng eləyirlər. Nömrələri yazıram. 1-i, 2-ni, 5-i, 3-ü yazıram Cavur müəllim. Yəni 1-i 2 çox üzr istəyirəm. Çox üzr istəyirəm. 1-i 2 3-ünü bilirsiniz. Yazıram. Mən adımı yaza bilmirəm. Cavur Yəni 1 2 3-dən başqa rəqəm bilmirsiniz? yazıram 5, 6 belənçini yazıram. Amma 7 8 9 yazıram. Bunları yazıram. Ancaq mən adımı yaza bilmirəm. Başqa hərflər yaza bilmirəm. Aydın. Yəni heç bir hərfi bilmirsiniz. Bilmirəm. 5, 3, 6, 7, 8 bunları yazıram. 10. Ancaq ki bu yalan. Yəni ondan yuxarını yaza bilmirsiniz. Bir saniyə Vaqif dayı, bir saniyə. Yazıram 15, 20 belənçini də bir hərfləri yazıram bax bunları. Hərf bilmirsiniz. Yox, bilmirəm. Mənə bir qələm verin zəhmət olmasa. Bir qələm verin də mənə. Kimin qələmi var? Mənim oturağım bu əlində pozur tutmayı açıqlayacağam efir cəmaatı. Mənə bir dənə mənim adımı yazın da ora. Öz adını. Yazım. Z hərfi yaz. Z bir dənə belə çək, belə. Hə. Belə Z. Sən onun əlindən tut yazdır da. Məktəb oxumazsan. Gəl buradan otur. Siz də yaxın gəlin, qoy qız sizə öyrətsin. 9 yaşı var, qoy öyrətsin. Altı uşağın atası. Aydındır. Bax bu olanı bir olduğu kimi. Bir saniyə, Vaqif müəllim, bir saniyə gözləyin. Alo, gözləyin. Gözləyin. Bir dənə bax bunu olduğu kimi yaza bilərsiniz, o qız yazdığı kimi. Bir dənə bax belə olduğu kimi. Yaza bilmirsən. Bir də bir cəhd göstər, bir zır. Yaza bilmirəm. Zavur müəllim, mən yaza bilmirəm. Yaza bilmirəm. Başına. Məktəb oxumumışam. Amma bəs rəqəmləri yaz. Rəqəmləri məsələn. Hə, yaz. Aha, 0 yazdın. 7'ni yaz görüm. 7. Yaxşı, bunu da sən yazmısan? Yox, zavur. Bunları mən yazdım. Bunları bunun telefonunda olan nömrələr. Özü yazıb bunu. Ha, bunu siz yazmısınız. Hə, onları mən yazmışam. Amma Nə, yazıb pozub bilmirsən? Yox. Ay Allah, sənə qurban olum. Müxtəlif adamlar gəlir. Sonra indi gəl sübut eləyəcəksən ona ki, yazmadı ki. amma ki danışanda məsəl üçün burada ATV nə yaxşı gəlir, tutalım fikirləşir, marşrut. Aydındır. Reklamlara baxacağıq. Reklamlardan mən doğrudan şokdayam. 69-cu ildən təvəllüdü olan bir xanım artıq 50-yə yaxın sizin yaşınız olacaq. Hələ siz əlinizdə qələm tutmağı bacarmırsınız. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar, Lafarella makaron məhsulları, bir İtalyan hekayəsi, Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Pasta del Capitano, dişləriniz daha sağlam və bəmbəyaz olsun. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər açılandan taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Yeni Lafarella. Yeni reseptura. De yalnız sert buğda. Artık çeki ve kalori. Düşünmeye değmez. Lafarella. Zəriflik onunla. Salam əziz
əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşpazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşpazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə pişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qalyanaltı halal sosisləri. Qalyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicəvi əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çöl gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Capitano. Antibakteriyal, təbii otlarla zəngin, vitaminli, oksigenli, daha çox inamlı olun və ətrafınızdakılara təbəssüm bəxş eləyin. Pasta del Capitano, siz daha sağlam və çox gözəl olacaqsınız. 100% İtaliya brendi. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femina xəzləri salonunda. Femina, bu mənim seçimimdir. Sədərəy Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Mən ilk baxışdan gözəl görsənən bir çox dişlər görürəm. Diş əti cizgisinə fikir verənədək. İş orasındadır ki, diş əti cizgilərində yığılan ərb sizdə diş əti problemləri yarada bilər. Əslində bir çox insanın diş əti problemi var və onların bundan heç xəbəri də olmaya bilər. Buna görə mən Stanus kompleksli yeni Blendamed Pro Expert Clinic Line Zaşita Dösen diş məcununu tövsiyə edirəm. O, diş əti cizgisindəki ərpi yox etməyə kömək edir və 4 həftəyə diş əti vəziyyətinin yaxşılaşdırılması kliniki sübuta yetirilib. Yeni Blendamed Pro Expert Clinic Line Zaşita Dösen daha sağlam diş əti üçün. Gücləndirici Çistə Liniya şampununun tərkibində gicitkan və müalicəvi bitkilərin həlimi var. O saç tökülməsini azaldır və kökləri gücləndirir. Çistə Liniya fitoterapiya. Saçlarınızın gözəlliyi və sağlamlığı. İndi saçlarımla fəxr edirəm. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sürə dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Capitano. Antibakteriyal, təbii otlarla zəngin, vitaminli, oksigenli, daha çox inamlı olun və ətrafınızdakılara təbəssüm bəxş eləyin. Pasta del Capitano, siz daha sağlam və çox gözəl olacaqsınız. 100% İtaliya brendi. Final çaydan şirin pay. 31 maya qədər istənilən çeşiddə və qramajda toplam 1 kiloqram final çay alın. Boş qutuları satış nöqtəsinə təhvil verin və həmin an hədiyyə qazanın. Final çaydan şirin pay almağı unutmayın. Və biz davam edirik, tamaşaçılar. Hal-hazırda isə sizə bir məlumatı çatdırmaq istəyirəm. ATV xəbərin 21 buraxılışından dərhal sonra 21:40-da efirdə olacaq ATV aktual verilişinin bugünkü buraxılışında Bakıda və Azərbaycanın başqa yerlərində baş verən torpaq sürüşmələrinə söz açılacaq və qonaqlarla birlikdə təbii ki, hər zaman, hər gün olduğu kimi həftə içi 5 gün 21:40-da olur ATV aktual bilirsiniz. Sürüşmə zonalarında son durum aparılan yoxlamalar nəyi göstərir? Hansı ərazilərdə sürüşmə gözlənilir? Bax, bu ən vacib olan məqamdır. Hansı ərazilərdə sürüşmələr gözlənilir? Sürüşmə ərazilərinin sayını 220-yə hansı səbəblər çatdırıb? Bu kimi və digər belə aktual suallara ATV Aktualda bugün ATV-nin təqdimatında baxacaqsınız və bu suallara cavab tapılmağa çalışacaq. Təbii ki, qonaqlarla bərabər bayaq söylədiyim kimi diqqətlə izləyin. Və hal-hazırda isə mən sizə Rolton şorbalarından danışmaq istəyirəm. Özür istəyirəm. Rolton şorbaları ac olduğunuz zaman,
əlinizin altında hansısa tərəvəzlər var, ərzaqlar var, amma siz çox narahatsınız, rahat değilsiniz və yorğunsunuz, durub nəyisə hazırlamaq üçün həvəsiniz belə yoxdur. O zaman sizin karınıza çatacaq Rolton şorbaları var. Rolton şorbalarına heç nə etmək lazım deyil. Qapağını açırsınız, üstünə isti su əlavə edirsiniz və saxlayırsınız. Saxlayırsınız və bir müddətdən sonra bir 5-6 dəqiqəyə kimi bu hazır olur. İçərisində özünün təbii ərzaqları var. Dadına, ləzzətinə heç bir şorba çata bilməz. Brothaus çörəkləri. Alman keyfiyyət, Alman texnologiyası. Bu Brothaus çörəkləri bəlkə də məni görəndə dilləri olsaydı danışıb deyərdilər. Zaur, bəsdir də bizi nə qədər yiyəcəksən, üstümüzü nə qədər soyacaqsan deyərdilər. Çünki çox xoşum gəlir onun üzərində olan bax bu günabaxan tumlarından o qədər gözəl qovrulur ki, adamı ləzzət eləyir. Hətta o günabaxan, boranı və digər o bitkilər təkcə onun üzərində deyil, eyni zamanda içərisində də var. Yəni onlar öz keyfiyyətini, dadını, ləzzətini və tərkibində olan vitaminləri o çörəyə, məsələn onun içərisində də hopdurub. Ona görə də sizə məsləhət görərdik ki, mədə başlarınızla problem varsa və siz çörəyə özünüzə qadağa qoymusunuzsa, çörək yemək istəmirsinizsə, bu zaman bu şeydən vaz keçin. Bu sevdadan vaz keçin. Çünki artıq Brothaus çörəkləri var. Kökkəltməyən çörəklər Brothaus çörəkləri. 012 498 59 59 012 498 61 67. Təşəkkürümü bildirəm Kral Ət və Ət məhsullarına. Gələn-altı halal, buyur sən də al. Gələn-altı halal sosisləri alan insanlar çox gözəl bilirlər ki, o 82%-lıq mal ətindən və kərə yağından ibarətdir və onun tərkibində heç bir əlavə konservat, qatqı filan yoxdur. İçərisində olan o yağ dənəciklərini qaynadan zaman hiss eləyəcəksiniz. Qızardanda təbii ki, o yağ hopur, tavada qalır, qızarır, qıpqırmızı bir görüntü əmələ gəlir. Onun da öz gözəl zövqü var, dadı var, ləzzəti var. Amma qaynadanda isə o yağ dənəciklərini hiss eləyirsən və o qədər gözəl bir görüntü, eyni zamanda o qədər gözəl bir dad verir ki, ağızda. Doğrudan da yeməyə dəyər. Kral Ət və Ət məhsullarından alın, dadın, çünki ən yaxşısı kralı elə kraldır. 012 498 92 82 və 050 222 85 12. Feminaya təşəkkürümü bildirirəm. Femina xəzləri qalereyası gözəlliyin ünvanıdır. Feminadan geyinən xanımlar hər zaman özlərini rahat, gözəl hiss eləyirlər. Ən azı orada modeliyerlər var və bu modeliyerlər sizə çox böyük yardım göstərəcək. Bu yardımdan siz yararlana bilərsiniz, köməkdən yararlana bilərsiniz. Çünki orada zövqlü insanlar var. Bir çox xarici ölkələrdə artıq mütəxəssis olan, ixtisaslaşmış modeliyerlər var. Peşəkardırlar və onların bax bu peşələrinə olan sevgisi sizə bir daha yardım eləyəcək ki, siz öz əyninizə, öz rənginizə, ruhunuza uyğun olan kürkləri Feminadan seçə biləsiniz. Qiymətlər də çox münasibdir. Hətta 35%-dan 55%-a qədər endirim var. Bu endirim yaz endirimləridir. Bu endirimlər yalnız və yalnız bu mövsümdədir. Bu mövsümdən mütləq yararlanmaq lazımdır. Səhər saat 8-dən axşam saat 18:00-a qədər Femina çalışır. Sədərəkdə Elit Ticarət Mərkəzində telefon nömrələri 012 511 6957 və 050 338 38. Gözəlliyə baxın, yupyumuşaqdır. Pasta del Capitano. İtaliyanın fəxri sayılan Pasta del Capitano, deməli İtaliyanın ən məşhur və nüfuzlu brendlərindən biridir. Pasta del Capitano Ox Active. Bax gördüyünüz bu Ox Active'dir. Bu diş ağardıcı pastaların ən son nəslidir. Ən effektiv ağardıcı təsirə malikdir. Aktiv oksigen diş şərfini 99% yox edir və 12 saat ərzində öz effektivliyini qoruyub saxlayır. ACY diş vitaminli diş pastası, vitamin kompleksi və bitki ekstratları ilə zənginləşdirilən universal diş pastası dişlərin və damağın qocalmasının qarşısını alır və xəstəliklərdən qoruyur. Natural Herbal diş pastası təbii otların ekstraktlarından hazırlanan gel əsaslı diş pastasıdır. Diş əti qanamasının qarşısını alır və diş xəstəliklərini müalicə eləyir. Pasta del Capitano uşaq diş pastası dünyada analoqu olmayan diş pastasıdır. Onların tərkibi triklozansız, parabensiz və konservantsızdır. Pasta del Capitano çiyələkli və qarışıq meyvəli diş pastası 3 yaşdan 6 yaşa qədər, yumuşaq nanəli diş məcunu isə 6 yaşdan yuxarı olan uşaqlar üçün nəzərdə tutulur. Pasta del Capitano ən etibar eləyəcəyimiz bənzərsiz təbəssüm yalnız və yalnız Pasta del Capitano'dan gələ bilər. Mən də etibar eləyirəm dişlərimi Pasta del Capitano'ya. Qısa bir aramız var. Anonsdan sonra isə studiyamızda davam eləyəcəyik və yadınızdadır, dünən idi. Dünən verilişdə mən Yusif, siz idiniz də Yusif sizsiniz. Cəllabaddan olan Yusif. Yusif, biz sizin həyat yoldaşınızı tapdıq. Hərçənd ki siz onu bilmirdiniz. Gəl bura, gəl yavaş-yavaş gedək studiya. Zəhmət olmasa gəl bura. Qoy mən mikrofonu da gətirim. Zaur, xahiş edirəm bir dəqiqə. Mən öz yaxın rəfiqəm Rəhilə xanımın nəvəsi. Can,
Ailini 5 ay tamamdır. Tahir bəyi təbrik edirəm, Rəhilə xanımı təbrik edirəm. Maması Könüllü təbrik edirəm. Mahir Amerikadadır, dayısını təbrik edirəm. Öpürəm buradan hamısını. Biz də təbrik edirik. Qoşuluruq bu təbriklərə bizdən. Yusuf, siz ağlamayın. Ən əsası, bax, ağlamağınızın ən böyük səbəbi savad almamağınızdır vaxtında, təhsil almamağınızdır, zamanında oxumamağınızdır. Bugün sizin uşaqlarınız sizdən nə ibrət götürəcək? Düzdür, mən mühakimə eləmək istəmirəm, amma bu həyatdır. Siz gərək uşaqlarınıza, balalarınıza təhsil verəsiniz. Ən azı bu təhsilin görürsünüz, acısını çəksiniz. Bugün sizin neçə yaşınız eləyir? 44-45 yaşınız var. Siz hələ qələm tutub nəsə yaza bilmirsiniz. Yəni, bu bilirsinizmi nə böyük bir faciədir? Yəni, oxumaq heç vaxt gec deyil. Təhsil almaq lazımdır. Bax, təhsil almamaq, inanın ki, həqiqi elmə, biliyə, savada, ziyalılığa malik olan insanlar heç vaxt mal, mülk üzündə dava eləmirlər, utanırlar, bunu özlərinə ar bilirlər. Bir dənə mən səndən xahiş edir. Bir saniyə eləyəcəksiniz. Məndən xahiş eləmək lazım deyil, bizdən istədiklərinizi deyə bilərsiniz, xahiş yox. Yusuf, həyat yoldaşınızın adı nə idi? Kəmalə. Kəmaləni tapdıq. Kəmalə ilə danışmışıq. Əfsanə kimdir? Mən dünən də dedim, baxın, səbəb siz soruşanda, mən dedim, o qısqansınlıq zəminindədir. Dünən mən vaxt qaçalama verdim. Hiç tanımıyorum kimdir o. Tanımırsınız. Tanımadığınız insanın yanında 5 il müddətində hər dəfə gedib gəlmək nə dərəcədə? Xaric edib gəlmək. Bilmirəm, əfsanənin. Yalan söylüyorum. Sizin tutukluğunuz, sizin məhkumluğunuz yalnız 2010-cu ildə mi olub, yoxsa? Yox, 2 dəfə olub. 2 dəfə, yoxsa 6 dəfə? 2 dəfə. 2 dəfə olub. 2 dəfə neçə müddət veriblər sizə? Bir dəfə 5 il, 7 ay. Çəkmisiniz? Bəli. İkinci dəfə? 6 ay. Bir də 6 ay. Birinci tutukluğunuz nə ilə bağlı idi? Dövlət əmlakı idi. Mağazin işçisi. Aydındır. Və biz sizin həyat yoldaşınızla danışdıq. Səsini də yazmışıq. Hal-hazırda onu təqdim eləyək. Amma hal-hazırda mən istəyərdim ki, Məhkumlar serialının anonsu olacaqdır. Tamaşaçılar onu birlikdə izləyək. Dərhal sonra isə studiyamızda məhz dünən həyat yoldaşını tapmadığını, övladından xəbəri olmadığını söyləyən Yusifin həyat yoldaşını biz heç 2 dəqiqə çəkmədik ki, tapdıq və səsini də yazdıq. Onun qızını gətirməlisən. Siz əminsiniz ki, sizin qızınızı bu oğlan qaçırır? Amma mən elə eləyə bilərəm ki, siz qulaq şahid ola bilərsiniz. Bunların arxasında dayanan adamı tapmaq lazımdır. Özüm tapacağım. Sən mənə dünən lazım idin. Nə danışırsan? Nə vaxt ölüb? Tapşır bir ilə tutsalar buraxmasınlar. Yoxsa mən sənin yaxanına yapışacağım. Məhkumlar serialı bu axşam 19:10-da. Və biz davam edirik. Yusif, eşitmək istəyirsənmi həyat yoldaşını? Belə. Nə demək istədiyini eşitmək istəyirsənmi? Eşidək birlikdə. Sağ ol, o onun nə idi o qadının? Heç nə. Sevgilisi. Kəmalə xanım, sizin həyat yoldaşınız Yusif bəy dünən bizim verilişimizdə olub və bildirib ki, sizlə barışmaq istəyir, qızının üzünə həsrətdir, bu yaşdan sonra təzədən evlənəsi deyil. Bax, siz nə deyərdiniz? Onun bu istəyinə münasibətiniz necədir? 3 il bundan qabaq tanış oldu bir qızla. Mən onunla danışdım, razılaşdım ki, Yusuf, gəl belə eləyək. Mən səni başa düşürəm, bu ona bütün müvəqqəti olsun, sən nə vaxtda ondan ayrılarsan, amma səndən xahiş eləyirəm, 50-50-yə, 50% ev üçün işdə, 50% o qız qadınsın. Yox, razılaşmadı bəylə. Biz uşağın xətrinə 2 il bir yerdə yaşadıq. Mən rayonda, o şəhərdə. O bir qəpik də bizə pul göndərmədi. Biz özümüz orada, uşaqla, mən rayon yerində sahədə işlədim, təndir sexində işlədim. 6 ildir uşağının metrikası yoxdur. Mən uşağının metrikasını fevral ayında götürmüşəm, xanım. Mənim şəxsiyyət vəsiqəm bayılda bir tükanda qalıb girovda. Bu oradan araq alıb, qarpız alıb, nə alıb, yiyib, bilmirəm, mənim şəxsiyyət vəsiqəmi götürüb evdən aparıb qoyub orada zalıbda. Yaxşı, sən işləyə bilmirsən, sən uşaq saxlaya bilmirsən, onun dokumentini bir yerə qoyarsan, uşaq xəstədir, anadan gəlmir, beyin daxili təzyiqlə anadan olan uşaqdır bu. Sən bunları elə bilirsən, sən hansı günübə gedirsən, qıraqda araba saxlayırsan, niyə? Siz Yusif bəylə barışmaq istəyirsiniz ya yox? Xeyr, xanım, mən ondan barışmaq istəmirəm. Yusuf, eşitdin dediklərini? Yəni, dediklərində yalan vardı mı xanımınızın? Nə idi yalan? Əvvəla, mən əfsanə ilə həmin o qız indi baxır. Ayıb olsun bizi Şamaliyə, o qız uşağın adına yalandan söz deyir.
Mən əfsanəyi şəxsən görməmişəm. Sonrası yalanlarını deyirəm onun kimi. Qaldı o pasport məsələsi, bəli, düzdür. Siz nə bilirsiniz ki, əfsanə bizə baxır? Deyirəm, ola bilər baxır. Demədim baxır. Qaldı pasport məsələsinə, bəli, pasport məsələsini düz deyir. Pasport məsələsi o cür olub ki, yaxşı, mən bir şey soruşum evdə tutanda biz alava vermişik. Bir şey də soruşum sizdən. Siz tanımadığınız bir xanımı şəninə, hansısa bir sözün deyilməsinə ayıb sayırsınız, amma öz halal arvadınız üçün ayıb olsun deyirsiniz. Yox, nəyə görə ayıb olsun deyirəm, yenə də təkrar edirəm ayıb olsun. Mən dünən asılamaq istəmədim. Siz o heç tanımırsınız, bilmirsiniz. Mən subay oğlan, mənim qonşumdur. Bu məndən ikinci həyətdə yaşayır. Telefonlar məndədir. Telefon məndədir, onun nömrəsi də məndədir. Mən açıqlamaq istəmirdim, yenə də açıqlamıram. Nəyə açıqlamırsınız? Mən övladımı istəyirəm, övladımla görüş istəyirəm. Mənə o qız lazım deyil. Mən övladımla görüşmək istəyirəm. Yəni, yenə təkrar edirəm, ikinci həyətim mənlə yaşayır. Siz bilirdiniz bunu? Bilirdim, təbii bilirdim. Yəni, bilib qəbul eləmişsiniz. Mən demirəm ki, qəbul eləmirəm. Bu eləyən artıq üçüncü həyətin yaşayır, üçüncü ailə qurub, qeyri-rəsmi. Mən nə deyirəm ki, mən uşağımla görüşmək istəyirəm. Dünən deyirdiniz, axı, bilmirəm ailə qurduğu. Yox, mən dünən Nərgiyə saat 2-də mən nəzərləşir. Telefonda da var. Sənə dedi ki, dünən Bəli. Sənə nə dedi dünən telefonda? Dünən mənə telefonda dedi ki, bəs niyə çıxmısan sən efirə? Dedim, mən efirə tutdum, ona görüşüm, uşağımı istəyirəm, uşağımı görmək istəyirəm. Sənin haqqın yoxdur. Yaxşı, 6 il ərzində uşağına heç bir şəxsiyyət vəsiqəsinin, yəni deyək ki, xeyr, şəxsiyyət vəsiqəsi də alınıb, vaxtında alınıb. Sadəcə olaraq bunun özü yubandırırdı ki, qız özü, Kamal özü yubandırırdı ki, biz zakısa düşmür. Öz familiyasını saxlasın. Niyə? Nə bilim, marağı nə idi? Özündə də saxladı familiyasını. Saxlasın, gecə tezi var. Yəni bu xanımın sənə qədər bir insanla ailəsi olubdur. Daha sonra onlar ayrılandan sonra səndən ailə qurub, səndən bir övladı olandan sonra da başqa bir kişi ilə ailə qurub. Hal-hazırda o kişi ilə yaşayır. Hal-hazırda, bəli. Hal-hazırda. Hal-hazırda anası da eşidir, baxırlar. Sən dünənə qədər, mənə elə gəlir ki, sən dünənə qədər bilmirdin ki, o ailə həyatı qurub. Gecəyə qədər. Onun haqqında belə mənfi fikirlər söyləmirdin. Və dünəndən biləndən sonra ki, o ailə həyatı qurub, sən artıq mənfi fikirlər söyləməyə başlamısan. Niyə? Ailəsini dağıtmaq istəyirsən? Yox, nə üçün dağıtmaq? Mən fikir söyləmədim ki, orada. Anası nə mənfi fikir söylədim? Mən olacağı dedim. Mən dünənləri siz sual eləyəndə mən dedim barışmağa razıyam, düzdürmü? Dünən barışmağa razı idin. Gecə saat 2-də də telefonda var. Bax, indi sən bilə-bilə ki, o növbəti ailə həyatı qurub, niyə təkrarən onun hələ səndən qabaq da kimlənsə münasibəti olduğunu bilirsən? Bilmirsənmi ki, bugün onun ailəsinə mənfi təsir göstərə bilər o? O ailəsi də bilməlidir da bunu. Necə mən bildim ki, mən ailə quranda bildim ki, bunun birinci həyat olur. Sən ailə quranda bildin, ailə qurmamışdan qabaq bilirdin? Qurmamışdan bildim, qonşuyuq biz. Qonşuydun? Bəli, mən də qəbul elədim. Mən ona görə 12 il evdən oldum. 12 il. Niyə? Ona görə mənim qardaşım, bu gündən onun qarşısında mən xəcalət çəkirəm. Mənim əlimdən tutdu, dedi ya bu xanım, ya mən. Ancaq mən xanımı tutdum. Niyə? Niyə doğma, anadan, atadan bir olan qardaşını tutmadın? İstəyi var idi. Buydu mu istəyinin sonu? Axırda gəlib deyirsən... Şükür Allah'a bir körpə var. Mən körpəni hansısa yolunasa görməliyəm. Görəcəm bunu inşallah. Dövlətimizin gözəl qanunu... Təbii. İndi biz çalışarıq ki, ən az uşağı görmək üçün... Təbii, uşağı görmək üçün sənin üçün bir fürsət yaradarıq. Yəni çalışarıq ki, bu uşaq görürük. 2 dəfədir, 3 dəfədir mənim uşaq. Lap gözəl, aydındır. Yəni bunun üçün çalışarıq biz. Hal-hazırda siz qeydiyyata düşmüsünüz? O zaman aşağıda qeydiyyata düşmək lazımdır. Və sizlə bağlı bu xanım indi uşağını əlindən alırlar ki, geri verməlisən və məhkəmədə də uduzub dediyinə görə. Artıq məhkəmə də qərar çıxardıb ki, apellyasiya məhkəməsi qərar çıxardıb ki, uşaq qaytarılmalıdır. Şirvan apellyasiya məhkəməsində işimiz gedəcək. Hal-hazırda gedəcək hələ, apellyasiya məhkəməsinə verilibdir. O zaman biz Şəfqə xanımı gözləyək sabah. Şəfqə xanım gəlsin, siz də sabah burada olun, mümkündürsə. Yəni sabah burada olan zaman Şəfqə xanımla bərabər biz bu məsələni aydınlaşdırmağa çalışacağıq ki, görək ortada nə baş verir, nə olub, nə demək, nələr baş verib orada. Sizin məsələ ilə bağlıysa xanım, yəni belə gözyaşı tökürsünüz hal-hazırda, yəni doğrudan da studiyada bilmirəm, hər kəsin ürəyi ağrıyır hal-hazırda sizə baxanda belə gözyaşları tökmək lazım deyil. Mən indi bir şey dəqiqləşdirmək istəyirəm ki, indi siz bu xanıma o evə girməyə icazə vermirsiniz, yoxsa necə? Zar müəllim, bu adam mənim yeməyimə dərmandan belə qatıb. Nə danış? Bax, anamın coru haqqı, atamın coru haqqı, yalan deyirəmsə, Allah məni beycədən nə dərmanı idisə bilmədim. Ürəyimin səsini eşidirdim, Allahımıza and olsun. Ürəyim, gözlərimin içi qızarmışdı. Ürəyimin səsini eşidirdim mən. Ölürdüm, nəfəs ala bilmirdim. Niyə həmin anda həkimə müraciət eləmədiniz? Amanım olmadı. Bu da yeməyinizi heç olmasa mən şübhələnmədim bundan. Şübhələnmədim.
Bu da baxır belə, sonradan fikirləşirəm ki, deməli bu baxırmış ki, mən öləcəm, görək nətər öləcəm. Yaxın durmurdu sizə? Yaxın durmurdu. Yeməyi tökdü, qoydu. Deməli, ağzıma vurdum, gördüm, tam gəldi. Bax, yalan deyirəm, Allah məni becindən sabaha çıxartmasın. Bax, o qızım, uşaqlarım da onu təsdiq eləyər. Bu bütün qazana tökülmüşdü, yoxsa təkcə sizin tavan boşqabınıza? Mənim yeməyimə. Deməli, bir belə ağzıma vurdum, gördüm dərman tamı verir. Sonra götürdüm bunun boşqabın, hansı ki mənim boşqabımı dolu eləyib. Çolpadı dolu eləyib. Bunu özünkini az eləyib. Götürdüm onun, dedim mən az yiyəcəm. Sınamaqdan ötürü. Götürdüm mən öz qabağıma qoydum. O özümünkin onun qabağına qoydum. Qiblə haqqı, Peyğəmbər haqqı apardı onu zibil vedrəsinə tökdü. Dəhşət. Əslində mən bu qədərini bilmirdim. Hər halda biz sabah da vaxtımız olacaqdı bu haqda danışmağa və sabah studiyamızda bir aktrisamız olacaq. O öz şəxsi həyatı ilə bağlı çox maraqlı məqamlara toxunacaq. Nələri söyləyəcək? Son dövrlərdə çox belə gündəmə gəldi bu insan. Bu insanı gündəmi silkələyən şəxsi həyatında nələr var, nələr bunu sabah Ümidvara baxanda biləcəksiniz.